Salam, hər vaxtınız xeyir olsun. Nitq hissələrinin morfoloji xüsusiyyətləri mövzusu ilə olan 3-cü hissə izahımız başlanır. İlk öncə onu deyim ki, videonu bəyənməyi, şərh bildirməyi və bundan sonraki test izahlarından bildiriş almaq üçün, dərs izahlarından bildiriş almaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Başlayaq 92-ci sualla. 93-ü izah eləmişdik. Açıq sual idi və 92-ci sualla davam edirik. Sadə feil deyir. Burada 4 şərt görürük. Düzəltmə isimdir, mənsubə şəkilçili isimdir, kök bir qrammatik şəkilçi və kök bir leksik bir qrammatik şəkilçili söz kimi düşünülə bilər. Düzün sözünə biz deməli sadə feildir. Düzün, bəli, başa düşürəm. Düzəltmə isim kimi bunu başa düşə bilmirəm. Ona görə də bu variantın üzərindən keçdik. Sonra biçin sözünə mən biçin əmr şəklində olan feil kimi düşünə bilirəm. Ondan sonra düzəltmə isim kimi də düşünə bilirəm, leksik şəkilçi. Biçin başladı, nə başladı? Belə başa düşürəm. Mənsubə şəkilçili isim kimi isə başa düşə bilmirəm bunu. Yəni mənsubə şəkilçili söz kimi düşünmək olmur. Sonra gülün sözünə həm əmr şəklində olan feil kimi gülün, nə edin? Yəni sadə feil kimi olur onda, qrammatik şəkilçi olur ün. Bir də mənsubə şəkilçili isim kimi düzəltmə ismi kimi gülün. Gülün sözünü düzəltmə isim kimi düşünmək olmaz. Ondan sonra ona görə bu variantda getdi. Çəkim sözünə gəlirik. D variantında olan çəkim sözü. Çəkim sözünü həm feil kimi başa düşə bilirəm birinci şərtdə. Çəkim birinci şəxsin özünə əmr eləyən vəziyyəti kimi. Məsələn, deyək ki, şəkilləri çəkim, nə edim? Sadə feil oldu. Düzəltmə isim kimi, bəli. Çək feilindən çəki ismi yaranır. Çəki. Bu da mənsubiyyət burada axırda. Düzəltmə ismi olur. Mənsubə şəkilçili isim kimi olur. Hələ ki bu variantlar düz gəlib bu söz üçün. Üstəgəl qoyuram. Kök bir qrammatik şəkilçi. Feil kimi düşünəndə birbaşa qrammatik şəkilçi olacaq. Əmr şəklində olan feil kimi. Yəni bu hissəsinə bir üstəgəl. Sonra bir leksik deyir ki, kök bir leksik bir qrammatik şəkilçi. İsim kimi düşünəndə, bax gördüyünüz kimi çəki, i leksik, m qrammatik kimi götürmüşəm. Deməli bu şərtdə uyğun gəldi bu D variantında olan söz üçün. Ona görə də cavabımız E olacaq. D variantı olacaq. Sonra gəlim sözünə sadə feil kimi düşünə bilirəm, gəlim. Ondan sonra bunu mən düzəltmə isim kimi düşünə bilmirəm, yəni uyğun gəlmir o şərtlərdə. Keçdik 91-ci suala. 91-ci sualda həkim xəstənin alnını ovuşdururdu. Cümləsində sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirlər müəyyən edin deyir. Bizə nə lazımdır? Səhv fikirlər lazımdır burada. Ona görə də diqqətli olmaq. Həkim adlıq halda olan isimdir. Həkim. Bəli, həkim adlıq halda olan isimdir. Ona görə də biz biri götürməyəcəyik. Çünki bu qeyri-müəyyənlik deyil. Özümüzdən ın şəkilçi artırmırıq. Və yaxud da ki, qeyri-müəyyən təhsilli halda olan söz deyil. Bu düz cavab olduğu üçün xətt çəkdiyi üzərinə 2-yə baxıq. Xəstənin yəlik halda olan isimdir. Xəstə isim deyil, sifətdir. Xəstə adam, necə adam? Sifətdir bu. Ona görə də 2-nin səhv cavab kimi dairələdim. Ondan sonra baxırıq 3-ə. Alnını mənsubiyyət və təhsilli hal şəkilçili isimdir. Bəli, deməli bu söz kökündə də problem yarananlardandır bu. Mənsubiyyət, axırıncı da təhsillik. Deməli, təhsil şəkilçi isimdir. Özü də isimdir söz. Düz cavab olduğu üçün xətt çəkirik. Aram, zərf, la qoşmadır. Biz demişdik ki, mücərrəd sözlərə qoşulanda lalə, zərf cərdən şəkilçi olur. Qoşma hesab olunmur burada. Ondan sonra götürdük bu 4-də yanlış cavab kimi 2-4. Ovuşdururdu. Qarşılıq birgəlik növdə deyir. Qarşılıq birgəlik növün şəkilçisi ış və ş şəkilçisidir. Deməli, ovuşmaq. Deməli, burada ov götürmək olmaz mənim fikrimə görə. Ov olmayacaq burada. Ovmaq bilirik ki, feil kimi düşünürüksə əgər bunu, ovmaq elə xırda eləmək mənasında da ovursan. Məsələn, daşı götürürsən, nəyisə ovursan əlinə. Burada ov olmaz.
Burada elə ovuşmaq götürərəm mən bunun kökünü. Ovuşdur, leksik şəkilçi olur. Ur zaman, du da hissəcik. Qarşılıq birgəlik növ məsələsi səhv. Burada bir çıx qoyuram. İndiki zamanda, indiki zaman düzdür. Feildir. İdi köməkçi sözü hissəci ilə işlənmişdir. Axırda id, bəli, o hissəcikdir. Amma 5-i götürürəm. Çünki qarşılıq birgəlik növdə yox. Məlum növdə olan bir feildir. Oldu cavabımız 2, 4, 5. Bu 91-ci sualda. 90-cı suala baxırıq indi. 90-cı sual cümlədəki sözlərin morfoloji xüsusiyyətlərinə aid fikirlərdən biri səhvdir deyir. Baxaq görək, dünən axşamdan başlayan yağış ara vermədən yağırdı. Yağış adlı halda olan, deməli, adlı haldan düzəltmə isimdir deyir. Baxaq ki, səhv lazımdır bizə. Dünən axşamdan başlayan yağış ara vermirdi. Yağış adlı halda olan düzəltmə isimdir. Bəli, mən onu baxdım ki, bəlkə yiyəlik və təhsillikdə ola bilər. Baxıram ki, nə ın artıra bilirəm, nə ı artıra bilirəm. Mümkünatı yoxdur. Yəni, adlı halda olan bir sözdür. Doğru cavabdır, xət çəkirik üzərindən. Ara vermədən hərəkətin zamanını bildirən feili bağlamadır. Zamanını. Dünən axşamdan başlayan yağış ara vermədən yağırdı. Nə tərzdə yağırdı? Burada nə yazıb? Zamanını yazıb. Ona görə də B variantının yanlış cavab kimi qeyd edirik. C-yə baxaq. Yağırdı indiki zamanda. Yağırdı. Hissəcik də var. Məlum növdə, bəli, feilli və idi kömək sözü ilə işlənib. Doğru cavabdır. Dünən bir də axşam zaman zərfləridir. Bəli, dünən və axşam zaman zərfləridir. Çünki nə vaxt, nə zaman suallarına cavab verir. Başlayan indiki zaman mənalı an var. Bəli, an indiki zaman mənalıdır feilli sifətlərdə. Düzəltmə, la da leksik şəkilçi, başda sözün kökü feilli sifətdir, təsdiqdədir. Bəli, məlum növdədir, məlum növdədir. Doğrudur. Cavab oldu B variantı 90-cı sualda. İndi 89-cu suala baxacağıq. Bunun yarısı buradadır, ona görə baxaq. Kürün o tayında hündür qovaqların seyrəldiyi yerdə 5-6 qaraltı görünürdü cümləsindəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı yenə də səhvləri müəyyən edin yazılıb. Baxaq görək, birə baxaq, səhvlər lazımdır da. Göründü düzəltmədir. Qayıdış növü olar. Düzəltmə məşğul növdə yox. Öz-özünə görünüb də bu. Bu məşğul növ məsələsi, burada bir səhv. Bizə səhvlər lazım idi də. Ona görə də 1 ilə başlayaq 89-cu sualda. Sonra kürün sadə, bəli, xüsusi, doğru, yiyəlik halda olan isimdir. Yiyəlik halda olan isimdir deyir. Bəli, kürün sözünü, öz kürün deməyəcək ki, bu mənsubiyyət olmayacaq da. Yiyəlik halda, bəli, 2-nin üzərindən bir xətt doğru fikir olduğu üçün hündür, sadə, doğru, adi dərəcədə olan sifətdir. Deməli, bu da doğru fikirdir. Üçü də doğru fikir olduğu üçün götürmürük. Seyrəldiyi düzəltmə, seyrəlmək. Düzəltmə olmadı ki, bunun kökü elə seyrəlməkdir də. Feili sifət şəkilçisi dığ üstəgəl mənsubiyyəti görür. Onlar da qrammatik şəkilçidir. Düzəltmə hissəsində elə bir səhv var da. Ona görə 4-ü götürürük. 5-6 mürəkkəb qeyri-müəyyən sahib baxaq görək. 5-6 adam deyir desən orada bir cədə baxaq. 5-6 qaraltı görünürdü. Qaraltı ismidir. Neçə qaraltı? 5-6 qeyri-müəyyən saydı. Baxaq görüm nə deyir onda. Deyir 5-6 mürəkkəb, qeyri-müəyyən say, qaraltı feildən düzəlmiş adlı hallı isimdir. Bəli. Bu say məsələsi üstəgəl. Say məsələsində bir dənə üstəgəl. Qaraltı feildən, qaralmaq feilindən yaranmış qaraltı ismidir də bu. Qaraltı. Bu belədir. Feildən düzəlmiş adlı hallı isimdir. Özü də adlı haldadır o söz. 5-in üzərinə xət, doğru fikirdir çünki. Cümlədə əsas nitq hissələrin hamısı işlənmişdir. Əsas nitq hissələrin hamısı işlənilmişdir. Məsələn, əvəzlik varmı orada? Baxaq görək burada əvəzlik varmı? O tayında var. Sonra isim var. Sifət də varmı? Sifət. Hündür sifət var. Say varmı? 5-6 var. Əvəzlik də var. İsim də var. Feil varmı? Var. Ondan sonra zərf varmı? Zərf. Kürün o tayında hündür qovaqların seyrəldiyi yerdə 5-6 qaraltı görünürdü
Deməli, burada zərfi tapa bilmədik. Ona görə də bunu da götürürük cavab kimi. Bu neçinci nömrədir? Baxaq görüm. 6-cısında cavab kimi götürəcəyik. B variantı oldu cavabımız. 88-ci sualla davam edirik. Dostuna öz torpağımızda yetişmiş buğda unundan çörək bişirtdir cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin deyir. Dostuna mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sadə isimdir. Deməli, bəli, dostu, deməli, öz dostuna, yəni onun dostuna, axırcı A şəkilçisi də yönlük hal şəkilçisi, mənsubiyyət və hal var burada. Sadə isimdir özdə, yəni leksik şəkilçisi yoxdur. Birlə başladıq. Buğda, çörək hər ikisi adlı halda olan isimlərdir. Buğda unundan, buğdanın, bu yiyəlikdir. Deməli, sonra çörək, çörəyi pişirtdir. Bu da təsirli haldadır. Ona görə də bu yanlış cavabdır. Adlı hal deyil yəni. Öz təyini əvəzlik torpağımızda öz təyini əvəzlikdir, bəli, üstəgə qoyuruq. Ondan sonra torpağımızda mənsubiyyət, bəli, deməli, torpağımızda mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimdir. Bəli, 3 ilə başladıq. 3, daha doğrusu 3-ü də götürdük. Yetişmiş xəbər şəklində olan düzəltmə feildir. Yetişmiş xəbər şəklində olan. Deməli, deyir, yetişmiş buğda unundan. Öz torpağımıza yetişmiş. Hansı buğda unundan öz torpağımıza yetişmiş? Deməli, bu feili sifət şəkilçisini görürük burada, mış şəkilçisini. Ona görə 4-ü götürürük. Xəbər şəkli olmaq üçün mütləq zaman şəkilçisi olmalıdır sözdə. Ona görə zaman yoxdur orada. Miş orada feili sifət şəkilçisi olacaq. Pişirtdir feildən düzəlmiş feildir. Biş, bişir, bişirt, bişirtdir. Deməli, bəli, axırıncı şəkilçi dirdir. Ona qabaqki bişirt feilidir. Feildən düzəlmiş feildir. İcbar növdədir. Bəli, icbar növdə əmr şəklindədir sözdə. Əmr şəklindədir, doğru cavabdır. 1, 3, 5 A variantını götürdük burada. 88-ci sualda. 87-ci sualla davam edirik. Baxaq görək, nümunədə işarələnmiş sözlər morfoloji cəhətdən nədir? Ardıcılığı müəyyən edindir. Əyri otur, düz danış. Zərf. Zərf. Sonra düz söz, sifət. Ondan sonra buradan baxanda mil düzü isim. Sonra düz evə gedərsən ha, ədat. Baxaq görəm, zərf, sifət, isim. Zərf, sifət, isim A variantına gəlir. Sonra axırda da ədat variantı. A variantıdır cavab. Ondan sonra bizi dəqiqə gözlük istəyirəm. 86-cı sualla davam edirik. 86. Deyir ki, təyyarələr durna qatarı kimi bir-birinin ardınca düzülmüşdür cümləsindəki sözlər morfoloji xüsusiyyətləri ilə bağlı səhvləri müəyyən edin deyir. Kimi bənzətmə qoşmasıdır? Bəli, durna qatarı kimi. Səhvlər deyirsə 1 olan cavablar olmayacaq. Deməli, baxaq indi 2-yə. Təyyarələr adlıq. Aha, adlıq. Durna qeyri-müəyyən yiyəlik haldadır. Deməli, durna qatarı. Deyir ki, bax, bəli. Burada mənsubiyyət varsa əgər, yəni çevirə bilsək də, bilməsək də, o sayılacaq yiyəlik halda. Durnanın qatarı, belə. Bu formada gedəcək bu. İndi baxaq, ondan sonrakına deyir ki, təyyarələr. Bəli, o da adlı haldadır. 2-nin də üzərindən bir xət çəkdik. Sonra baxaq 3-ə. Ardınca ard isim, ca ədatdır. Ardı ilə. İlə deyə bilirəm, bəli. Deməli, ilə deyə bilirəmsə bu ca ədat deyil də, onda qoşmadır bu. Qoşma yazmaq lazımdır. Ona görə mən 3 səhvlər lazım olduğuna görə 3 ilə başladıq. Bir-birinin saydır. Bir-birinin ne say olsun ki? Deməli, bir-birinin say eyni sözün təkrarına yaranmışdır deyir. Bir-birinin deyir ardınca. Aha, deməli, bu say neçəsinin, ümumiyyətlə sayın sualına cavab verməyən söz daxilində say olsun. Say məsələsinə görə bunu 4-ü götürürük. Ondan sonra düzülmüşdür, sifətdən düzəlmiş feildir, düzülmüşdür. Düz, ül, ıl feili artırılan şəkilçidir. Deməli, feildən yaranmış feildir bu. Burada sifətdən yazıb ancaq. Çünki mən ılı feilləri artıra bilirəm. Yəni adlara yox. Ona görə 5-i də götürürəm cavab kimi. B variantı oldu cavab burada. 86-cı sualda. 85-ci suala baxaq indi. Deyir ki, cümlələrdəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin deyir. Səhv fikirləri müəyyən edin deyir. İndi baxaq.
Deyir ki, duman çəkiləndən sonra bir neçə döyüşçü kəndə tərəf yollandı. Duman isimdir. Çəkiləndən feili bağlamadır, bəli. Yox, dən var burada. Çəkiləndən yox. Dən. Feili bağlama deyil, yəni feili sifət deyərik buna. Feili bağlama da deyir. Ona görə birlə başladıq. Səhvlər lazımdır axı bizə. Sonra zaman zərfidir deyir. Sonra zaman, baxaq görə duman çəkiləndən sonra. Nə vaxt? Duman çəkiləndən sonra, qoşulub. Qoşulub qoşma ona feili bağlamaya da qoşula bilmir. Feili sifətə, məsələ qoşula bilər, qoşmalar. Deməli, burada onu səhv götürdük. Çünki qoşmadır. Zərf məsələsi səhvdir burada. Ona görə 2-ni də götürdük. 3-ə baxaq. Bir miqdar sayı neçə sual əvəzliyidir? Bir miqdar sayı. Baxaq görə duman çəkiləndən sonra bir neçə yox. Bu bir neçə say olmaz. Birlikdə bu bir neçə döyüşçü. Deyərlər, nə də adı bu? Olsa qeyri-müəyyən əvəzlik olar da, bunu belə deyərik. Bir neçə. Bir neçə döyüşçü. Neçə döyüşçü? Bir neçə döyüşçü. Deməli, bir miqdar sayı neçə sual əvəzliyidir. Bir neçə döyüşçü kəndə tərəfindən, neçə döyüşçü, bir neçə. Yox, saydı, amma mürəkkəb say deyərlər də. Buna bir deyir, miqdar sayı neçə sual əvəzliyidir. Yox, bura ayrı demək olmaz da. Mürəkkəb sözləri birlikdə bir nitq hissəsi hesab olunur. Ona görə də 3-ü də elə cavab kimi götürək. 1, 2, 3. Sonra 4-ə baxaq. Döyüşçü isimdən gəlmiş isimdir. Döy sözün kökü 3 leksik, 2 leksik. Döyüş ismindən döyüşçü ismi yaranıb. Doğru cavabdır, 4-ü götürmürük. Kəndə yönlük halda olan isim kəndə. Bəli. Yönlük halda olan isim tərəf istiqamət qoşmasıdır. Kəndə tərəf. Bəli, doğru fikirdir. Onu da götürə bilmərik. Yollandı isimdən düzələn yol, yolla, yollan. Feildən yaranan feildir bu. Burada yazıb ki, isimdən düzələn. Ona görə 6-nı da götürürük. Oldu 1, 2, 3, 6. Cavabı B variantı 85-ci sualda. İndi 84-cü suala baxırıq. Deməli, deyir ki, səhvi müəyyən edin yenə də. Şamxal üst başını çırpıb kəmərini daraltdı. Daraltdı, feildən düzələn daraltdı, daral, daralt. Feildən yaranan, bəli, feildən düzəlib. Daral feilindən düzəlib. Məlum növdə, bəli, məlum növdə xəbər şəklindədir, zaman şəkilçisi olacaq, xəbər şəklində olacaq. Ona görə də bu doğru fikirdir. Şamxal adlıq haldadır. Şamxal adlıq haldadır, bəli. Xüsusidir, sadə isimdir, bəli. Deməli, bu da doğru cavabdır. Üst başını əks mənalı. Üst başını deyir, əks mənalı. Əks mənalı olmaz, yaxın mənalı olurlar. Sözlərin birləşməsindən əmələ gələn mürəkkəb isimdir. Təhsili haldadır. Özü təhsili halda deyir burada. Təhsili halda öz üst baş. Yox, təhsili haldadır. Burada mənsubiyyət, n da təhsili haldadır. Təhsili hal məsələsinə görə yox, əks mənalı məsələsinə görə bu variant, C variantını səhv götürürük. Çünki yaxın mənalı sözlər deyirik onu. Kəmərini sadədir, bəli. Mənsubiyyət və təhsili hal şəkilçisi ni orada təhsili, özündən əvvəlki də mənsubiyyət qəbul etmiş isimdir, doğrudur. Çırpıb feili bağlamadır. Bəli, çırparaq kəmərini düzəltdi. Feili bağlamadır, doğrudur. Təsdiqdədir, bəli. Məlum növdədir. Cavab oldu C variantı. İndi 83-cü suala bax. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Düzü, hamımız bilirik ki, vicdanlı insan, bu modal sözdə əvvəldəki, vicdanlı insan cəmiyyətin xeyrini öz mənfəətindən həmişə üstün tutmalıdır, deyir. İndi baxırıq ki, doğru var, bir də yanlış var. Bizə nə lazım? Uyğun fikirlər, yəni hərəsindən özünə uyğun fikir seçməliyik. Doğrudan doğru, yanlışdan yanlış. Əvəzliyin iki müxtəlif məna növünə aid nümunə işlənmişdir, deyir. Baxaq görək indi. Əvəzliyin iki məna növünə aid. Əvəzlikləri tapaq birinci. Hamımız qeyri-müəyyən öz təyini 2 dənə tapdıq. Başqa yoxdur. Deyir, əvəzliyin iki müxtəlif məna növünə aid nümunə işlənmişdir, doğrudur. Ona görə 1-i götürdük. Sonra 2-yə baxaq. Keyfiyyət bildirən sözlər sifətdən yaranmışdır. Keyfiyyət bildirən, yəni gözlə görmək olmayan sifətlər də olar. Deyir, düzü hamımız bilirik ki, vicdanlı insan. Vicdan sözü sifətin biri, kəmətin xeyrini
öz mənfəətindən həmişə üstün tutmalıdır. Keyfiyyət bildirən sözlər sifətdən yaranmışdır. Vicdan isimdir axı. Niyə bunu götürüm ki? Bu yanlış cavabdır. Ondan sonra feillər müxtəlif şəkillərdə, isimlər isə müxtəlif hallardadır. Feilləri tapaq birinci. Bilirik xəbər. Ondan sonra tutmalıdır ki, vacib. Bəli, bu hissəsi düz gəldi. İsimlər də müxtəlif hallardadır deyir. Bilirik ki, insan, cəmiyyətin, adlıq, cəmiyyətin xeyri, bu yiyəlik, xeyrini təsirlik, öz mənfəətindən çıxışlıq, həmişə üstün tutmalıdır. Bəli, doğru cavab deməli 3. İsimlər müxtəlif hallarda oldu. 1-3. Sonra baxaq, zaman zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Zaman zərfi həmişədir burada. Həmişə sözü də tutmalıdır feilinə. O da şəxsə və kəmiyyətə görə dəyişə bilən, yəni təsriflənən feil sayılır. Ona görə də bizə yanlışlar lazımdır bu hissədə. Ona görə 4-ü götürmürəm. Çünki doğru fikirdir bu. Doğru fikir götürmürük. Bizə yanlış fikir lazımdır. Leksik mənası olmayan sözlər eyni köməkçi nitq hissəsinə aiddir. Baxaq görək düzü modal söz. 2-dəki bağlayıcı. Bu bağlayıcı, bu da modal söz. Ona görə də mən 5-i götürəcəm. Çünki yanlış fikirdir. Eyni yazıb, eyni məna növündədir. 1-3, 5 oldu. Burada 83-cü sualda. Sonra 82. Fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyən edin. Təfəkkürün dil ilə əlaqəsinə qoşma. Sonra təfəkkürün dil ilə əlaqəsinə aid məsələlər, aid də qoşma. Məntiqidir, məsələlər içində məntiqi və qrammatik kateqoriyalar, məntiqi sifət, necə kateqoriyalar? Kateqoriyalar həmçinin bağlayıcı, bu yazaq. Bu kateqoriyaların bir-birinə münasibəti də digər məsələlərlə birlikdə həll olunur. Bu da zərf. İndi nə lazımdır bizə? Qoşma ilə başlayan. Qoşma, sifət. Qoşma, sifət. Bu hissə düz gəlib hələ ki, buraya kimi. Qoşma, sifət. Sonra ondan sonra nədir? Nə tapmışdı? Bağlayıcı tapmışıq. Bu həmçinin iştirak bağlayıcısı. Sonra birlikdə zərfi tapdıq axırda. Bəli, axıra kimi düz gedir bu variant. C variantı 82-ci sualda. 81-ci suala baxırıq. Deyir, sürücü dostu telefonla danışa maşını idarə etdiyi üçün cərimələndi. Yəni, sürücünün özü deyək ki, özü də cərimələnə bilər. Sürücü dostu telefonla danışa maşını idarə etdiyi üçün, sürücünün özü yox. Sürücü dostuz. Bu ikisi birlikdə gedir. Yəni, telefonla danışan kimdir? Deyək ki, sürücünün dostu. Dost burada cərimələnib də. Sürücü dostu olmaz belə. Bir dəqiqə buna baxaq. Sürücü yox, ikisi birlikdədir. Yəni, tək baxanmayarıq. Yəni, sürücü dostu. Yəni, bir adamın sürücü dostu. Tək baxmayaq. Sürücü, gah dostu, belə yox. Bir başqa adamın sürücü dostu telefonla danışa maşını idarə etdiyi üçün cərimələndi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikirləri müəyyən edin deyir. İndi baxaq, danışa hərəkətin tərzini bildirsə də müstəqil cümlə özvü deyil. Yəni, özünə qabaqki sözlərlə birlikdə cümlə özvüdür. Niyə cərimələnib? Sürücü dostu telefonla danışa maşını idarə etdiyi üçün. Bəli. Yəni, təkcə bu danışanı cümlə özü götürmək olmaz. O, səbəb zərflərinin içərisində olan sözdür. Ona görə də doğru fikir olduğuna görə A variantının üzərinə xət. Köməkçi nitq hissələri ümumi qrammatik mənasına görə fərqlidir. Baxaq, görək, bu köməkçi nitq hissələri 3-ün qoşmadır. Sürücü dostu. Telefonla bu qoşmadır. Bu qoşma, bu da qoşma. Başqa varmı köməkçi nitq hissəsi? Xeyr, yoxdur. Burada yazıb ki, köməkçi nitq hissələri ümumi qrammatik mənasına görə fərqlidir. Fərqli olmadı axı. Qrammatik mənasına görə o deməkdir ki, yəni biri qoşmadır, bir bağlayıcıdır, biri ədatdır, məsələn belə. Ona görə B variantını götürdük, 81-ci sual. Bizə nə lazımdır? Yanlış fikir lazım idi, ona görə belə götürdük. Təsriflənməyən feillər məlum növdədir. Təsriflənməyən feillər danışa-danışadır, məlum növdədir. Deməli, etdiyi sözü, o da məlum növdədir, feil sifət. Bəli, bu doğru cavabdır, götürənməliyik. Sonuncu söz tərkibinə görə cərimələndi.
Cərmələmək olur. Cərmələ, cərmələn, cərmələndi. 2 qrammatik, 2 leksik, 1 qrammatik. Sonuncu söz tərkibinə görə 2 leksik, 1 qrammatik sxeminə uyğundur. Bəli, doğru fikirdir. İlk sözü sintaktik cəhətdən 2 cür təhlil etmək olar. Deməli, sürücü dostu. Belə deyir. Həm deməli sürücü. Belə deyim, mən bayaq düşündüyüm kimi də bir dəfə tək düşünür, bir dəfə ikisi birlikdə söz birləşməsi kimi deyir. Həm də bir dəfə təyin kimi deyir, bir dəfə mübtəda kimi deyir ikisinə. Bir dəfə sürücüyə təyin deyir, hansı dostluq, bir dəfə də necə deyərlər, ikisini birlikdə təhlil edir mübtəda kimi. Ona görə 2 cür, bəli, doğru cavabdır. Bunu da götürə bilmərik. Sonra 82-ci suala baxırıq. 80-ci suala baxırıq. Deyir ki, bənddəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin deyir. Sistəmin düşür yadıma, hər baxanda mən saçıma, bir yaz günü vidalaşdın, qəm elədin sən saçıma. Burada deyir ki, 4-cü misradakı feil düzəltmədir. Qəm elədin, əl, elədin, düzəltmədir də, bəli, leksik şəkilçisi var. 4-cü misrada feil düzəltmədir, xəbər şəklindədir, di orada zaman şəkilçisidir. Doğru cavabdır. Bizə nə lazım idi? Yanlış cavablar. 2-ci misradakı feil təsriflənməyəndir. Təsriflənməyən feili bağlama, məstər, feili sifət. Hər baxanda, anda, bəli, feili bağlama. Deməli, doğru fikirdir bu da. 3-cü misradakı feil xəbər şəklində, 3-cü misradakı vidalaşdın sözünü deyir. Vidalaşdın. 3-cü misradakı feil xəbər şəklində, doğru zamandır. Məlum növdədir. Bəli, məlum növdədir. Bu da doğru fikirdir. Onu da xətt üzərindən. 1-ci misradakı isimlərdən biri yəlik haldadır. Sitəmin düşür. Sənin sitəmin. Bu mənsubiyyətdir burada olan. Düşür yadıma. Bu yönlükdür. Bu da mənsubiyyətdir. Buna nə deyir? 1-ci misradakı isimlərdən biri yəlik haldadır. Hansıdır? Olmadı axı bu. Deməli, bu səhv cavab oldu da. Sitəmin sözünü adlıq halda tapdım. Bu da yönlük tapdım. Yönlük. Ona görə də mən elə D variantını cavab kimi qeyd edirəm. 4-cü misradakı isimlərdən biri mənsubiyyət və hal şəkilçisi qəbul edib. Qəm elədin sən saçıma. Saçıma sözünü deyir. Saç deməli sözün kökü, mənsubiyyət, adı yönlük. 4-cü misradakı isimlərdən biri mənsubiyyət və hal şəkilçisi qəbul edib. Bəli, E variantı da doğru cavabdır. Cavab D variantı oldu. 80-ci sualda. 79-cu suala baxaq. Bənddəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edindir. İçimdən xəbərin yoxdur, tanıyırsan üzdən məni. Sənin oxun tutar ancaq fələk gözdən salsa məni. 3-cü misradakı əvəzlik yəlik haldadır. 3-cü misradakı sənin sözündür. Bəli, yəlik haldadır. Heç vaxt mənsubiyyət kimi düşünə bilmərik onu. Çünki mənsubiyyət şəkilçilər qoşulmur şəxs əvəzliklərinə. Səhvi istədiyinə görə xət çəkdik onun üzərinə. 2-ci misradakı əvəzlik təhsillik haldadır. Məni. Bəli, bu da yenə də mənsubiyyət ola bilməz. Bu da təhsillik haldadır. Ondan sonra 1-ci misradakı isimlərdən biri çıxışlıq. İçimdən. Çıxışlıq. Sonra digəri yəlik haldadır. Xəbərin sözü niyə yəlik olsun? Adlıq halda olar da. Sənin xəbərin. Öz xəbərin, mənsubiyyətdir də o. Deməli, onu götürə bilmərik də orada. Bunu səhv cavab kimi deyəcək də daha bu dəfə. Ona görə ki, biz yəlik hal tapa bilmədik orada. Birincisini tapdıq çıxışlıq, ikincisini də tapdıq ki, adlı haldadır. 3-cü misradakı isim adlıq haldadır. Sənin oxun, öz oxun adlıq haldadır. Doğru cavabdır bu da. Ondan sonra nümunədə köməkçinin nitq hissəsi də işlənmişdir. Baxaq görək, gözləmə sənin oxun tutar ancaq, yalnız. Bu da ədatımız da var burada. Ona görə də cavab oldu C variantı. 78-ci suala baxırıq. İşarələmiş sözlərin tərkibində ca-cə morfoloji baxımdan nədir? Ca-cə qoşma da ola bilər, ədat da ola bilər. Sonra leksik şəkilçi də ola bilər. Arıcılıq lazımdır. Ona görə anam rusca danışırdı, zərf şəkilçisidir. Zərf şəkilçisi. Sonra dayım onda zərrəcə ağıl yox deyir. Dayım onda zərrə qədər. Bu da qoşma. Deməli, zərf şəkilçisi qoşma. Zərf şəkilçisi qoşma cavabı hardadır burada? Daha çox baxmıram.
Yox, ha, ikisi də var. Üzr istəyirəm. O birlərinə baxaq. Baxaq görək. Yox imiş dedi. Məmmədxanın bircə. Bu da ədat. Səhv götürmüşüm. Ədat. Baxaq bircə. Bircə olanda bu ədat olacaq artıq. Zərf cəzm şəkilçi qoşma ədat. Onda A variantıdır. 78-ci sualda. Ondan sonra keçdik 77-ci suala. Deyir, bunu bayaq necə də ürəkdən oxuyurdun cümləsindəki sözlərlə bağlı səhv fikirlər müəyyən edin. Bunu sifəti əvəz edən işarə əvəzliyidir. Bunu sifəti əvəz etmir, ismi əvəzləyir burada. Onu səhvlər lazım olduğuna görə 1 ilə başladım. Bayaq zaman zərfidir, bəli. Zaman zərfidir. Necə də ədatdır, bəli, ədatdır. Doğru fikirdir. Ürəkdən çıxışlıq halda yox. Zərfdir, bu tərz hərəkət zərfidir. 4-ü götürdük cavab kimi. Oxuyurdun keçmiş zamanda olan feildir. İndiki zamanda olan feildir. Bunu da götürdük. 1, 4, 5 cavabını A variantını götürdük səhv cavablar kimi. Ondan sonra 76-cı suala baxırıq. Verilmiş nümunələrdə elə sözü qrammatik cəhətdən nədirdir ardıcıllıq sözü ilə. Elə nəsihətləri qulaqlarına vurmaq olmaz. Necə nəsihətləri? Əvəzlik. Sonra Fərid barədə hamı elə düşünürdü, zərf. Yox, elə düşünürdü deyirik. Zərfi əvəz eləyən yenə də əvəzlik, zərf demək olmaz. Yenə də əvəzlikdir bu da. Əvəzlik, əvəzlik. Elə deyir, mən də belə yazmışam. Bu da ədat. Bu da suala cavab verməyəndə ədat olur burada. Əvəzlik, əvəzlik, ədat. Əvəzlik, əvəzlik, ədat. E variantındadır. Sonra keçdik 75-ci sualımıza. Verilmiş nümunələrdə elə sözü qrammatik cəhətdən nədir? Ardıcıllığı müəyyən edin. Elə mən də ədat. Suala cavab vermiş. Sonra sən elə mövzulara toxunmamalısan. Əvəzlik. Necə mövzulara? Sifəti əvəzləyən. Əvəzlik. Sonuncu hərəkəti barədə biz də elə düşünürdük. Bu da əvəzlik. Onda nə oldu? Ədat, əvəzlik, əvəzlik cavabı C variantında. 74-cü suala baxaq. Ucalmaq üçün ağaca çıxmazlar, ağac əkərlər. Nümunəsindəkidir. Səhv fikir tapmaq lazımdır. Morfoloji təhlili ilə bağlı. Baxaq görək indi. Deyir, ucalmaq məstərdir. Bəli. Təsdiqdədir. Təsdiqdədir. Sadədir. Sadədir. Yox, sadə deyil. Uca sözün kökü. Uca sözünə ucal sözü var burada. Mağda qrammatik. Burada yazıb ki, sadədir deyir. Ona görə səhv cavab kimi 74-də bunu götürdük. Ondan sonra 1 ilə başladıq yəni. Çıxmazlar gələcək. Çıxmazlar gələcək zamandadır. Az, bəli, inkardadır özdə. Düzəltmədir. Düzəltmə niyə olsun ki, bax, çıx. M inkar, az zaman şəkilçisi, lar da şəxs şəkilçisi sayılır orada. Deməli, ona görə mən bunu da səhv cavab kimi götürürəm. Çünki düzəltmə yox, sadədir. Ağac adlıq halda olan konkret isimdir. Ağaca. Adlıq halda niyə ki? A'sı var da burada, düzdürmü? Konkretdir amma ki, yönlük haldadır. Bu, burada yazılıb adlıq. Ona görə 3'ü də götürürəm. 1, 2, 3 cavabı elə B variantı olar. 3'ün səbəb məqsədini qoşmasıdır. Ucalmaq üçün nə səbəbə? Bəli. Bu doğru cavabdır. Əkərlər gələcək zamandadır. Ər. Sonra 3-cü şəxsin cəmindədir. Yəni onlar əkərlər. Bəli. Ağaca yönlük halda olan konkret isimdir. Bəli. Bu dəfə doğrudur bu. Ona görə oldu 1, 2, 3 cavablarını götürdük cavab kimi. Sonra 73-cü sualına davam edirik. Deməli, burada deyir ki, dil keçmiş dövrlərin ən ədalətli sənədidir. Dil keçmiş dövrlərin ən ədalətli sənədidir cümləsindəki sözlər morfoloji izahı ilə bağlı düzgün fikirləri müəyyən edin deyir. Dil mücərrəd mənalı, adlıq halda olan isimdir. Bəli, mücərrəd mənalı deyir və adlıq halda olan bir isimdir. Bizə nə lazımdır burada? Düzgün fikirlər lazımdır. Ona görə də biri götürmürük. Keçmiş təsriflərinə bir dəqiqə, dil keçmiş dövrlərin ən ədalətli sənədidir. Deməli, deyir, dil mücərrəd mənalı, adlı halda olan isimdir. Mücərrəd mənalı ne deyək ki, bu konkret dildən söhbət edilir də, dövrlərin ən ədalətli sənədidir. Ona görə biri saxlayaq həllik. Bir dəqiqə qaytarıq buna. Sonra keçmiş, bunun üzərinə bir xəttə silim.
Keçmiş təsriflənən feildir. Təsriflənən feildir. Bizdən düzgün fikirlər lazımdır. Keçmiş təsriflənən feildir, keçmiş zamandadır deyir. Təsriflənən feil keçmiş dövrlər. Hansı dövrlər? Bu feil sifət şəkilçisidir. Təsriflənən feildir, keçmiş zamandadır deyir. Bu səhv fikirdir də. Təsriflənən deyil, axı təsriflənməyəndir. Ona görə 2-nin üzərinə. Dövrlərin hal və mənsubiyyət şəkilçili isimdir deyir. Dövrlərin sözünü. Dövrlərin. Dövrlərin sənədi. Dövrlərin sözündəki burada yiyəlik hal şəkilçisi sayılır da orada olanda. Mənsubiyyət yoxdur bu sözdə. Mənsubiyyət məsələsinə görə 3-ün üzərinə xət. Yəni səhv cavabıdır. Ədalətli ismindən gələn sifətdir. Ədalət ismindən yaranan ədalətli sifətidir. 4-ü götürürəm. Sonra ən dəqiqləşdirici ədaddır. Yox, qüvvətləndirici ədaddır ən. Sənədidir adlıq halda. Sənədidir, bəli. İ mənsubiyyətdir orada. Halda olan mənsubiyyət və xəbərlik şəkilçili isimdir. Bəli, 6-nı götürdük. 4, 6 cavabı. Bir dənə baxaq, 3 səhvdir. Bir dənə 1 ağac. Dil mücərrəd mənalı adlıq halda olan isimdir deyir. Düzgün fikirlərdə. Dil, mən bayaq elə ona görə tərif edirəm. Dil mücərrəd mənalıdır. Yəni görmək olmur axı. Şərtə diqqət eləmədim. Mücərrəd mənalıdır da. Özü də adlıq haldadır. Nə in şəkilçisini artıra bilirik, nə də ki i şəkilçisini artıra bilirik. Ona görə də adlıq haldadır. 1, 4, 6 cavabı D variantını qeyd eləyirik. Sonra keçirik 72-ci suala. 72-ci sualda deyir ki, binaların tikilişi xarici texnologiyalara əsaslanacaqdır. Cümləsindəki sözlərin morfoloji izahındakı səhvləri müəyyən edin. Binaların isim deyir. Bəli, isimdir. Müəyyən yəlik haldadır. Binaların tikilişi. Bəli, yəlik haldadır. Onun səhvlər deyirsə 1-i götürmədik. Tikilişi düzəltmə isimdir. Tikilmək, tikilmək feilinə tikiliş ismi. Sonra da şey olacaq, binaların tikilişi. Bu da mənsubiyyət şəkildir. Düzəltmə isimdir, təsirli haldadır. Yox, təsirli halda yox, adlıq haldadır. Ona görə mən 2-ni götürürəm cavab kimi. Sonra deyir, xarici sifətdir. Quruluşca sadədir. Xarici texnologiyalar. Hansı texnologiyalar? Xaric, idə leksik şəkilçi. Sifətdir, quruluşca sadədir. Ondan sonra sadə deyirsə əgər, onda biz buna görə belə bu cavabı da götürək. Çünki düzəltmə dəxil leksik şəkilçisini tapdıq da bu söz. Texnologiyalara isim deyir. Texnologiya. Texnologiya deməli söz götürdük. Lar, a, yönlük hal. Cəmdədir, yönlük haldadır. Bəli, bu götürmədik bunu. Doğru fikir olduğuna görə. Əsaslanacaqdır, düzəltmə feildir. Əsaslanmaq, əsasla yoxdur, əsaslanacaqdır. Düzəltmə feildir deyir. Gələcək zamandadır, qayıdış növdədir. Qayıdış növdə olmadaq, məlum növdə oldu da bu. Buna görə də 5-i də səhv cavab kimi qeyd elədik. 2, 3, 5 E variantını daxil eləyək. 71-ci suala baxaq. 71-ci sualda deyir ki, nəzərə alın ki, uşağın boyu bap balacadır cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı yenə də səhvi müəyyən edin. Deyir ki, nəzərə alın feildir. Əmr şəklindədir. Bəli, feildir və əmr şəklindədir, mürəkkəb feildir. Doğru cavabdır xətt üzərindən. Uşağın isimdir. Uşağın boyu yiyəlik haldadır. Özü yiyəlik hal. Burada da elə yazıb. Bəli. 2 tabellik bağlayıcısıdır. Nəzərə alın ki, bəli, aydınlaşdırma bağlayıcısı tabellikdə. Bap balacadır, sifətdir. Azaltma dərəcəsindədir. M-P-R-sı samitləri çoxaltma dərəcəsini yaradır, azaltmanı yox. Deməli, ona görə də D variantını götürək. Boyu isimdir, adlıq haldadır. Uşağın boyu, bəli, adlıq haldadır, öz boyu. Bu da doğru cavabdır. Oldu D variantı. Sonra 70-ci suala baxaq indi. 70-ci sualda yenə də deyir ki, İbrahim xan xəzinə qayasının üstündə qürurla dayanmış cümləsinin sözlərinin morfoloji xüsusiyyətləri var, səhvi müəyyən edindir. Qürurla düzəltmə tərz hərəkət zərfidir. Qürurla deyir, bəli, düzəltmə tərz hərəkət zərfidir, mücərrəd ismə qoşulub. Ona görə də götürmədik variantı. İbrahim xan mürəkkəb addır.
İbrahim xan mürəkkəb addır, bəli, mürəkkəb addır. Sonra qayasının üstündə mənsubiyyət və hal şəkilçili sözlərdir. Qayasının sözündə mənsubiyyət var, hal da var. Üst sözündə də mənsubiyyət var, hal da var. Şəkilçili sözlərdir. Doğru cavabdır bu da. Keçirik bura. D variantına baxaq. Xəzinə xüsusi isimdir. Xəzinə xüsusi adlıq haldadır. Xakirim, xəzinə necə işlənib orada yadından çıxdı. Xəzinə qayasının üstündə. Böyük hərflə başlayıb özü də. Xüsusi isim nə olsun ki bu? Xəzinə qayasının deyir üstündə. Xəzinə qayası. Xəzinənin qayası. Yəlik. Çevirmək olmasa da burada mənsubiyyət var axı. S. Ona görə ikinci növ kimi başa düşə bilərik. Əslində mürəkkəb addır o. Amma ikinci növ formasında olan mürəkkəb ad. 70-ci sualda deməli elə D variantını götürək də cavab kimi. Xəzinə xüsusi isimdir, adlıq halda. Adlıq yox, yəlik oldu. Buna görə də götürdük cavab kimi bunu. Səhv cavab kimi. Dayanmışdı keçmiş zamanda. Bəli, dayanmışdı. Keçmiş zamanda olan feildir. Bəli, doğru cavabdır. 69-cu suala baxaq. Biz ancaq gördüyümüz işlərdən danışmalıyıq cümləsindəki səhvi müəyyən eləyin morfoloji xüsusiyyətlərlə bağlı. Baxaq indi. Deyir, danışmalıyıq vacib şəklində olan düzəltmə feildir. Danışmalıyıq. Danışmalıyıq. Burada nə yazıb? Düzəltmə. Vacibdir. Ancaq bu səhv məsələsində A variantını götürdük. Çünki sadə feildir o. Ancaq ədatdır, yalnız. Əvəzləyə bilirəm, bəli. Gördüyümüz feili sifətdir, bəli. D üstə gəl mənsubiyyət var orada. İşlərdən sadə. Sadə. Cəmdə. Çıxışlı haldadır, dən. Bəli, doğrudur, isimdə özdə. Biz şəxs əvəzliyi birinci şəxsin cəmindədir, bəli. A variant oldu, yanlış cavab kimi. 68-ci suala baxaq. Artıq mən təbii ki sənin əlindəyəm cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Mən şəxs əvəzliyidir, deyir. Adlıq haldadır. Bəli, doğrudur. Bizə səhv lazımdır. Əlindəyəm feildir. Əlindəyəm feil deyil ki. Özü indiki zamandadır. Deməli, səhv cavab kimi elə B-ni götürdük. Təbii ki modal sözüdür, doğru. Sənin yəlik halda olan şəxs əvəzliyidir, doğru. Artıq ədatdır. Cümlənin təsir gücünü artırır, doğru. Sonra 67-ci suala baxaq. Bu inamlı baxışlar bizi ruhlandırırdı cümləsindəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edindir. Bu işarə əvəzliyidir, bəli, doğru fikirdir. Ondan sonra baxışlar düzəltmə isimdir. Bax feilindən baxış ismi yaranıb, larda cəm. Düzəltmə isimdir, cəmdədir, doğru. Bizi şəxs əvəzliyidir, doğru. Təsirli haldadır, doğru. Çünki bunlar mənsubiyyət qoşula bilmir. İnamlı düzəltmə sifətdir. İnamlı baxışlar, necə baxışlar? İnamsız da deyə bilirəm də. Düzəltmə sifətdir, doğru cavabdır. Ruhlandırırdı feilində. Dır icbar növün şəkilçisidir. Yox, məcburiyyət yoxdur burada. Feildən yaranan feil kimi düşünüb. Həm də ruhlan təsirli feil deyil. Ona görə də icbar növü şəkilçisidir. Təsirli feili artırılır. Yəni kimi nəyi sualına cavab verən feili artırılır. İcbar növün şəkilçisidir, səhvdir. Yox, bu feildən yaranan feildir. Keçdik 66-cı suala. Nümunənin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edindir. Dünən sərgiyə kütləvi baxış keçirildi. Baxış mücərrəd mənalı düzəltmə isimdir. Doğru cavabdır. Ondan sonra kütləvi düzəltmə sifətdir. Kütləvi baxış, bəli, necə baxış? Düzəltmə sifətdir. Kütlə sözün kökü, vidileksi şəkilçi. Doğru cavabdır. Keçirildi feilində keçirilir indiki zaman şəkilçisidir. Nə edildi? Keçirmək, nə etmək? İldi. İndiki zaman şəkilçisi yox. Feildən feil yaradan şəkilçidir. Çünki sual verəndə sualın içərisində olmur o. C variantının səhv cavab kimi qeyd edilir. Dünən sadə zaman zərfidir. Doğru cavabdır. Sərgiyə düzəltmə isimdir. Bəli, sərgiyə. Düzəltmə ismi yönlük haldadır. Doğru cavabdır. Ondan sonra keçdik 65-ci suala. Deyir ki, bizim yerimiz yaxşı, cəmaatımız da işləkdir cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin deyir. İndi baxaq görək, deyir, bizim şəxs əvəzliyidir, yəlik haldadır. Bəli, doğru cavabdır. Onda xətt çəkirik üzərindən. Yerimiz isimdir. Yerimiz isimdir. Mənsubiyyət şəkilçisi qəbul etmişdir. İmiz mənsubiyyət var orada. İkini də götürmürəm. Yaxşı tərz hərəkət zərfidir. Bizim yerimiz yaxşıdır.
Tərcih hərəkət zərfi deyir ki, o cəmaatımız da işləkdir. Bunlar sifətdir də. Yaxşıdır şəkilçisi ixtisar olunur burada. Yaxşıdır. Burada var, burada yoxdur. Necədir? Yaxşıdır. Necədir? İşləkdir. Feillə adını bağlı deyilkən, ona görə də tərz hərəkət məsələsinə görə səhv cavab kimi 3-ü götürdüm. Ondan sonra cəmaatımız isimdir, doğru. Mənsubiyyət şəkilçisi qəbul etmişdir. Imız doğru cavabdır, götürmürük. Da ədatdır. Bizim yerimiz yaxşı, cəmaatımız da işləkdir. Yəni bu bağlacıdır, iştirak bağlacısı. Hər şey yaxşıdır, yəni bu cəmaat və yerdir məsələsi də qatılıb onlara. Buna deyirlər ədat, bağlayıcı, iştirak bağlayıcısı. Ona görə də mən 5-i də götürürəm səhv cavab kimi. İşləkdir, feildir. İşləkdir, feil deyil. Necədir? Sifətdir. İş, işlə feilinə işlək sifət yaratdı. Feildir deyə indiki zamandadır. Ona görə 6-ını da götürürük səhv cavab kimi. 3, 5, 6 A variantı oldu 65-ci sualda. 64-cü suala baxaq. Deyir ki, bizim təklifimizi hamı çox bəyəndi cümləsinin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Bizim mənsubiyyət heç vaxt qoşula bilməz şəxs əvəzliklərinə. 1-ilə başladıq. Səhv cavablar lazımdır. Təklifimizi isimdir, bəli. Təhsillik də var burada. Mənsubiyyət şəkilçisi qəbul etmişdir, təhsillik haldadır, doğru fikirdir, xətt çəkirik. Hamı qeyri-müəyyən əvəzlikdir, doğru fikirdir. Çox qeyri-müəyyən miqdar sayıdır. Çox bəyəndi, yox, o zərf kimi gedər artıq burada. Hərəkətlə bağlı olan sözdür. Deməli, miqdar sayıdır. Bu məsələyə görə 4-ü də götürdük cavab kimi, 1, 4. Sonra bəyəndi feildir, bəli, feildir. Keçmiş zamanda, bəli, bəyən sözün kökü, D-də başlanğıc forma qoşur. Keçmiş zamanda təsdiqdədir, doğru fikirdir. Cavabımız oldu 1, 4, 64-cü sualda. Keçirik 63-cü suala baxırıq. Bəs yazdıqlarını niyə özünlə aparmırsan? Cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Aparmırsan feildir, bəli, feildir. Aparmırsan. Feildir, inkardadır, doğru. İndiki zamandadır, doğru. Xətt üzərindən. Yazdıqlarını feili sifətdir. Dığ üstə gəl mənsubiyyəti görürük burada. N. Feil sifətdir, təhsillik haldadır. N var burada, bəli, təhsillik haldadır. Doğru fikirdir. Niyə sual əvəzliyidir? Niyə aparmırsan? Doğru fikirdir. Bəs sual ədatıdır, doğrudur, sual ədatıdır. Özünlə əvəzlikdir. Deməli, özün ilə, bu ilə də axırda əvəzlikdir. Lə ilə bağlayıcısının, bağlayıcısının yox, qoşmasının olmalıydı burada. Ona görə də Y variantını 63-cü sualda götürdük. Sonra keçdik 62-ci suala. Ehtimal ki, bu dağlardakı qazıntı yerlərinin çertyoju idi cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edindir. Ehtimal ki, güman, deməli, güman şübhədir. Şübhə bildirən modal sözdür. Ehtimal ki, bəli. Güman şübhə bildirən modal sözdür deyir. Ona görə bizə səhvlər lazım olduğu üçün bunu götürmürük. Bu işarə əvəzliyidir. Bu dağlı. Bu dağlardakı qazıntı yerlərinin çertyoju idi. Bu işarə əvəzliyidir, amma ismi əvəzliyib. Çünki ismi sualına cavab işarə əvəzliyidir. Nə sualına cavab verir? Adlı haldadır. Deməli, 2-ni də cavab kimi götürmürük. Çünki doğru fikirdir. Dağlardakı yer zərfidir. Bu zərf yox, haradakı dakı var. Bunu biz sifət götürürük. Haradakidən də dakı sifət yaradan şəkilçidir. Ona görə mən 3-lə başlayıram cavaba. Sonra qazıntı feildən düzəlmiş qaz, qazmaqdan qazıntı ismi yaranır. Feildən düzəlmiş isimdir, adlı haldadır. Qazıntı yerlərinin, qazıntının bunu da götürürük cavab kimi. Çünki bu adlı hal yox, yiyəlik olmalıydı bu. Sonra çertyoju isimdir. Çertyoj, bəli, isimdir. Çertyoju idi, öz çertyoju idi. Mənsubiyyət var burada. Təhsillik halda yox, mənsubiyyət şəkilçisidir. 6, 3, 4, 6, 62-ci sualda D variantı oldu. 61-ci suala baxaq. Mənim qapım hamının üzünə açıqdır cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı doğru fikirlər müəyyən edin deyir. Baxaq görək. Mənim mənsubiyyət şəkilçisi mənsubiyyət heç vaxt qəbul edə bilməz. Ona görə də bu şəxs mənsubiyyət qəbul edə bilmədiyi üçün bir xətt çəkdiyi üzərindən. Qapım isimdir. Qapım isimdir, doğrudur, adlı haldadır, adlı haldadır. 2-nə başladıq. Hamının təyini əvəzlikdir. Təyini yox, qeyri-müəyyən əvəzlikdir. Ona görə xətt çəkdik. Özünə isimdir. Üzünə daha doğrusu. Üzünə isimdir. Sonra
doğru fikirdir. Mənsubiyyət və hal şəkilçiləri qəbul etmişdir. Ü, mənsubiyyət, nə, bu da yönlük hal şəkilçisi. 4-ü götürük cavab kimi. Açıqdır, feildir. Feil deyil, sifətdir. Ona görə bunu da səhv cavab kimi götürdük. Oldu 2-4 cavabı. 2-4 cavabı Y variantında. 61-ci sualda. Sonra 60-cı suala baxarıq. Deyir ki, üzümçülük rayonu birləşməsindəki üzümçülük sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin deyir. Üzümçülük sözündən sonra əgər burada mənsubiyyət varsa, belə tapırıq mənsubiyyət. Çevirə bildik, bilmədik. Yəni ikinci növ təyin söz birləşməsi var da. Üzümçülüyün bu belə eləyə bilirəm mən bunu. Yəni biraz düzgün səslənməsə də, səslənsə də fərqli olur. Burada mənsubiyyət var deyənə üçüncü şəxsi mənsubiyyət. Adlıq halda yox, bizə səhv lazımdır. Yəlik olmalı idi. Ona görə də A variantını cavab kimi götürmüşük. İsmdən düzəlmişdir. Bir dənə ona baxaq. Üzüm, üzümçü, üzümçülük. İsmdən üzümçü ismindən yaranmışdır. Ona görə də bu variantın üzərində xətt, yəni doğru fikirdir. Mücərrəd mənalı isimdir. Sənət bildirdiyinə görə mücərrəd mənalı isimdir. Ümumidir, bəli, ümumidir. Nə sualına cavab verir? Bəli, qeyri-müəyyən yerlik hal, qeyri-müəyyən təsirlik hal nə sualına cavab verə bilir? Ona görə cavab verir daha doğrusu. Keçdik 60-cıya baxdıq, 59-cu suala baxaq indi. 59-cu sualda deyir ki, deməli, sən deyəsən məni yaxşı tanımırsan cümləsindəki sözlər morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin deyir. Deyəsən modal sözdür, güman şübhə bildirir, doğru fikirdir. Bizə səhv lazımdır. Məni şəxs əvəzli təsirlik haldadır, doğru fikirdir. Yaxşı sifətdir, yaxşı tanımırsan, belə olmalıdır. Deməli, bu nədir? Zərf. Burada isə yazıb sifət, ona görə də bu cavabı götürürük. O birlərini də baxaq elə hər ehtimal qarşı. Baxaq görək. Sən şəxs əvəzlidir, ikinci şəxsin təkində adlıq haldadır, doğrudur. Tanımırsan məlum növdə olan feildir. Tanımırsan məlum növdədir, doğrudur. İnkardadır, mı var burada, bəli, inkardadır. Deməli, keçdik 58-ci suala. Bir dəqiqə. 58-ci sualına davam edirik. Elə bil əvvəlki yorğunluqdan və əzginlikdən heç nə qalmamışdı. Cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin deyir. Baxaq görək. Deyir, heç nə qeyri-müəyyən əvəzlikdir, adlıq haldadır, doğru fikirdir. Bizə səhv fikirlər lazımdır. Elə bil modal söz və bağlacıdır, doğru fikirlərdir. Elə bil bənzətmə modal sözdür. Sonra əzginlikdən, sifətdən, deməli, əzgin, əzginlik, əzgin sifətdən düzəlmiş isimdir, çıxışlıq haldadır. Baxaq görək, bəli, çıxışlıq halda burada dəndə var. Onda bunda üzərində xətt. Əvvəlki düzəltmə zaman zərfidir. Bu ki-daki olan yerlər bir sifət götürürük. Ona görə də bunun üzərindən bir xətt deyəndə ki, bu səhv cavablayan dairələyirik. Qalmamışdı, sadə, qalmamışdı. Sadə, inkarda, xəbər şəklində olan feildir, doğru fikirlərdir. 57-ci suala baxırıq. 57-də deyir ki, deməli, yeni məhəllələrdə idman meydançaları yaradılmışdı. Cümləsindəki səhvi göstərin deyir buna. Yaradılmışdır qayıdış növdə. Deməli, yaradılmışdır. Kimlərsə tərəfindən yaradılıb da qayıdış olmaz ki, məchullardır. Onu səhv lazımdırsa ilə A variantını götürək. Sonra məhəllələrdə deyir B variantında yerlik halda olan isimdir. Yerlik halda, doğru fikirdə. İdman yerlik halda olan idmanın meydançaları. Bəli, doğru fikirdir. Az öncə bunu demişdim. Meydançaları düzəltmə isimdir. Düzəltmə isimdir. Ça var, bəli. Sonra cəm və mənsubiyyət çəkilişi. Cəm və mənsubiyyət çəkilişləri şəkilçisi qəbul etmişdir. İdmanın öz meydançaları. Bu cəm, bu da burada. Ona görə bu da doğru fikirdir. Yeni sadə sifətdir. Yeni hansı məhəllələrdə doğru fikirdir bu da. 57-yə baxdıq. Cavab A variantı oldu. 56-cı suala baxaq. 56-cı sualda deyir ki, qoyun mən sözümü deyim də cümləsindəki sözlər morfoloji xüsusiyyətlərlə bağlı səhvi göstərin. Qoyun əmr ədatıdır. Bəli, bütövlükdə nə edin sualına cavab vermir. Ona görə doğru fikirdir. Deyim
Mənsubə şəkilçili isimdir. Deyim, nə edim? Deyim. D-Y-H-im. Əmr şəklində olan feildir. Deməli, o 56-cı sualda bu isim məsələsinə görə götürdük. Yəni, o feildir. Sözümü həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Ü. Doğru fikirdir. Xətt çəkirik. D cümlənin təsir gücünü artıran ədatdır. Doğrudur. Mən şəxs əvəzliyidir. Doğrudur. B variantı oldu. 55-ci suala baxaq. 55-də deyir ki, axı sirrimi təkcə sənə deyirəm cümləsindəki, yəni səhv lazımdır bizə. Deyirəm xəbər şəklində deyir zaman əmdəki şəxs şəkilçisi xəbər şəklində indiki zamanda olan feildir. Doğru fikirdir. Sirrimi birinci şəxsin təkinin mən öz sirrimi şəklində bildirən təsirli halda olan isimdir. Doğru fikirdir. Sənə əvəzlik yönlük haldadır. Doğrudur. Təkcə zərfdir. Təkcə sənə deyirəm, yalnız sözünü deyirik. Zərf yox, ədat olar. Bu səhv budur. Axı ədatdır. Bəli, qüvvətləndirici ədatdır. Cavab D variantı oldu 55-ci sualda. 54-ə baxırıq. Şübhəsiz ki, bütün imtahanlarınızı müvəffəqiyyətlə verəcəksiniz cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi göstərin deyir. Baxaq görək indi. Deyir ki, verəcəksiniz feildir. Feildir. Xəbər şəklindədir. Əcək var burada. Deməli, xəbər şəklində doğru fikirdir onda bu. Bizə səhv lazımdır. Bütün təyin əvəzlikdə hər bütün öz filan eyni. Doğrudur. İmtahanlarımızı sadə, imtahanlarınızı sadə. Doğrudur. Cəmdə lar. Təsirli halda olan var burada. İsimdir. Doğru fikirdir bu da. Şübhəsiz ki, modal sözdür. Bəli, yəqinlik bildirir. Müvəffəqiyyətlə düzəltmə sifətdir. Müvəffəqiyyətlə verəcəksiniz. Sifət yox, zərf olar. Ona görə də bu variantı götürürük 54-də Y variantını. 53-cü suala baxaq. Axşam hər tərəf qalın dumana bürünmüşdü cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi göstərin deyir. Baxaq indi. Bürünmüşdü feildir. Bəli. Bu qayıdış növdə olan feildir özdə. Bürü, bürün, qayıdış növü şəkilçisi, müş, zaman, dürdə şəkil, xəbərlik. Feildir, xəbər şəklindədir. Bəli, xəbər şəklindədir. Səhv lazım olduğuna görə bunu götürmürük. Axşam zaman zərfidir. Nə vaxt? Axşam olmuşdu bu hadisə. Bu da doğru cavabdır. Qalın sadə sifətdir. Qalın duman, necə duman? Bəli, sadə sifətdir. Adi dərəcədədir. Doğru cavab fikir. Doğru cavabdır, üzr istəyirəm. Dumana sadə isimdir. Duman sadə isimdir, yönlük haldadır özdə. Doğru fikirdir. İndi baxaq. Tərəf qoşmadır. Hər tərəf. Yox. Hər tərəf ikisi birlikdə gedir. Tərəf qoşma olanda özündən əvvəlki sözə qoşulur. Məsələn, evə tərəf, məktəbə tərəf, belə olanda qoşma sayılacaq. Ona görə də Y variantını cavab kimi götürdük. Ondan sonra 53 idi. Burada belə deyirlər də, buna hər tərəf, hər yan, belə. Bunlar birinci növ təyin söz birləşmələri deyirlər də. Əvəzlik üstə gəlməsən isim kimi, belə demək olar. Sonra keçik 52-ci suala. Deyir ki, bal tutan barmaq yalar. Barmaq I var burada, yəni təsirlik olmalıdır. Bal tutan, bu da təsirlikdir. Bizə nə lazım? Səhvlər lazım. Hər ikisi qurluqca sadədir. İsimlərin deyir də, bal və barmaq sözlərini deyir. Hər ikisi qurluqca sadədir, doğrudur. Ona görə götürmürük bunu. Hər ikisi nə sualına cavab verir? Çünki qeyri-müəyyən yəlik. Qeyri-müəyyən təsirlikdə hər ikisi. Doğrudur. Yox, üzr istəyirəm, bunu götürmək olmaz. Çünki yanlış cavablar lazımdır bizə. İkini də götürmürük. Birincisi adlıq, heç bir adlıq deyil bunların. Hər ikisi təsirlikdir. Hər ikisi cümlədə mübtədadır. Deməli, yox, mübtədası odur bunun. O. Kim yalar? O. Deməli, bu hər ikisi mübtəda olmaq üçün mübtəda ancaq adlı halda olan sözlər olur axı. Ona görə 4-ü də götürürük. 3-4 cavabı ilə burada var. Birincisi təsriflənməyən feillə, tutan feil sifətdir, bəli. İkincisi təsriflənən feillə, yəni o yalar, o nə olur? Ar burada zaman şəkilçisi, xəbər şəklində olur. 3-4 oldu 52-də. 51. Deyəsən, o da məsələdən xəbərsizdir. Səhv lazımdır. Da bəli, hamı xəbərsizdir, o da xəbərsizdir. Tabesizlik, iştirak. Doğru cavabdır bu. O, üçüncü şəxs əvəzliyidir. Bəli. Şəxs əvəzliyi adlı haldadır. Doğru. Xəbərsizdir, feildir, yox, sifətdir.
Ona görə də C variantını cavab kimi götürürəm. Məsələdən isimli çıxışlı halda doğru. Deyəsən modal sözdür, güman şübhə bildirir, doğru. 50-ci sualına davam edək. Deməli, bunu tapdıq cavabını. Deyir ki, burada səhv fikir tapında deyir. Gəlsənə bir az burada onu gözləyək. Gəlsənə bütövlükdə ədat gedəcək burada. Əvvəldə nə etsənə sualına cavab vermir, ona görə də. Və baxaq, gəlsənə feildir deyir. Gəlsənə feildir, bəli. Nə etsənə sualına cavab verir də. Yox, üzr istəyirəm, feil deyil. Yəni, az öncə dedim, ədat deyil. Bütöv ədatdır. Bizə nə lazım? Səhv fikirlər. Elə A variantını götürək də. Elə az öncə. Bir az kəmiyyət səhvidir. Bir az gözləyək. Doğrudur. Feillə bağlıdsa, deməli, onu biz zərf deyəcəyik. Və doğru cavabdır. Burada yer zərfidir, dəqiq yer bildirmir. Onu üçüncü şəxs əvəzliyidir. Bəli, üçüncü şəxs təkdədir, təsirli haldadır. Doğrudur. Gözləyək feildir, əmr şəklindədir. Məlum növdədir, birinci şəxsin cəmindədir. Biz gözləyək, doğru fikirdir. 50-ciyə baxdıq, 49-a baxaq. Mənim uşaqlıq illərim kənddə keçib cümləsindəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı səhvi göstərin deyir. Baxaq, burada uşaqlıq düzəltmə isimdir. Lıq var burada, yəlik haldadır. Uşaqlığımın illəri belə. Uşaqlığımın illəri belə deyirik də, və uşaqlıq illərim. Bu düzəltmə isimdir, yəlik haldadır, doğru fikirdir. Kənddə yer zərfidir, yox, yer zərfi yox, yer mənalı isimdir. Səhv cavab budur. İllərim sadə isimdir, bəli, sadə isimdir. Cəm və mənsubə şəkilçilər qəbul etmişdir. Öz illərim, doğru fikirdir. Mənim şəxs əvəzlidir, yəlik haldadır, doğrudur. Mən və biz sözlərinə im qoşulur, yəlik halın şəkilçisi. Keçib feildir, keçmiş zamandadır. Nə edib, keçib, doğru fikirdir. Ondan sonra baxırıq 48-ci suala. Deyir ki, elələrinə bizim şəhərimizdə az təsadüf edilir cümləsindəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı səhvi göstərin deyir. Elələrinə işarə əvəzliyidir, bəli. İsmi əvəzliyib özdə. Zərfin yerində işlənib, xeyr. Zərfin yerində yox, ismin yerində işlənib. Çünki ismi sualına cavab verir. Kimə sualına cavab verir. Biri götürdük səhv cavab kimi. Ondan sonra bizim şəxs əvəzliyidir, yəlik haldadır, doğru cavabdır. Şəhərimizdə sadə isimdir, bəli. Mənsubiyyət və hal şəkilçisi qəbul eləyib, doğru fikirdir, qəbul etmişdir burada xətt üzərindən. Az qeyri-müəyyən miqdar sayıdır, az təsadüf edilir yazılıb da orada, düzdür, az təsadüf edilir. O miqdar zərfi olar da feilinə bağlıdır axı, təsadüf edilir feildir, bu da bununla bağlıdır və mürəkkəb feilinə bağlıdır, say yox, zərf olmalıdır, 4-ü götürürük. Təsadüf edilir, indiki zamandadır, ir var burada, məşğul növdədir, bəli. Bu da leksik şəkilçisi var məchul növün. 5-i də götürə bilmərik, çünki doğru cavabdır. 4 oldu. Bir də nə oldu? Cavab 1-4. 1-4 cavabı var mı orada? Baxaq görək. 1-4. Aha, bir də hələ birini gözdən qaçırmışıq. Baxaq görək indi. Sualın şərtinə nə deyir? Mənim nəyə belə oldu ki? Səhvi göstərində deyir. Ellərin işarə əvəzliyidir, zərfin yerində işlənib. Səhvi göstərin. O, 48-ci sualda. Deməli, doğru da 1-4. 1-4 cavabı nə yoxdur ki, bunun ardında? Baxaq görək. 1-4 var. 1-4 olan cavablar deyil burada da. 1-4, 1-4. Bir dənə baxaq. Təsadüf edilir, indiki zamandadır. Təsadüf edilir. Aha. Buna baxaq. Buna görə səhv çıxdı. Məchul növdə yox, şəxsiz növdədir. Gözdən qaçdım. İl 4 variant məchul növdədə olur. Ondan sonra qayıdış növdədə olur. Şəxsiz növdədə olur. Ancaq məsələ ondadır ki, şəxsiz növdə olanda mübtəda təsəvvür olunmur, yəni cümlədə. Təsadüf edilir, əməl edilir. Bax, belə kimi olan sözlər məchul yox, şəxsiz olmalıydı onun yerinə. 5-i də götürək səhv cavab kimi. Amma indiki zamanda olmaq hissəsi düzgün idi. Bir də 5-i də götürək, oldu D variantı. Sonra baxaq. 48, indi 47-ci sualdır. Deyir ki, verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirlər müəyyən edilir. O uzun boynunu burub mənə baxırdı. Mən yay imtahanlarında azad etməni deyir. Yay imtahanlarından azad etmişdilər.
Baxaq görək indi bizə nə lazımdır? Uyğun fikirlər. Adlıq halda, adlıq və yönlük hallarda olan sözlər eyni nitq hissəsinə aiddir. Uzun boynunu, bu heç. Bu təsirlikdir. Vurub mənə, bu da yönlükdür. Məni təsirlikdir. Yay, o məsələn adlı halda idi. Yay imtahan, yay yiyəlik haldadır. İmtahanlarından çıxışlıq haldadır. Azad etmişdilər. İkisi birlikdə gedir. İndi deyir, adlıq və yönlük hallarda olan sözlər eyni nitq hissəsinə aiddir. Adlıq halda bu işarə əvəzliyi var. Azad bir dansını deyir. Adlıq və deməli o uzun boynunu burub mənə baxırdı. Burada yoxdur. Bir dənə tapdıq o. Məni yayın imtahanlarından azad etmişdilər. Burada nətər oldu bu? Bu əvəzlik oldu. İndi burada nə deyir? Bir dəqiqə. Yönlük hal. Yönlük halda olan sözü tapaq görək burada. A-ə olan söz. Mənə. Bu da əvəzlikdir də. Onda bu doğru cavab olacaq. Çünki hər iki dənə söz, adlıq və yiyəlik halda olan iki dənə söz tapdıq və hər ikisi də əvəzlik oldu bunlar. İkiyə baxaq. Təsirli hallı ismə boynunu sözünü deyir. Hallı ismə aid olan sifət keyfiyyət bildirir. Deməli, təsirli hallı ismə aid olan sifət keyfiyyət bildirir. Uzun keyfiyyət bildirməz axı. Yəni gözlə görülməyən olsun gərək ki, o keyfiyyət bildirsin. Ona görə də bu səhv cavabdır. Keyfiyyət bildirən gözlə görülmür. Ona görə bu əlamət bildirən kimi demək olar, məsələn, bax, uzun sözünə. Sonra ikini götürmədi. Üçə baxaq. Birinci cümləyə baxdıq. İndi ikinci cümləyə baxaq. Deyir ki, yanlış fikir tapacaq özdə buradan. Təsirli halda olan söz ismi əvəz edib. Təsirli halda olan söz əvəz etmək məsələsi varsa əvəzlikdən danışır. İkinci cümlədən baxırıq. Məni sözünü deyir. Məni təsirli haldadır. İsmi əvəz edib də, bəli, ismi sualına cavab verir axı. Ona görə bu götürmürük bu cavabı. Çünki bizə yanlış cavab lazımdır. Yanlış bu hissədə ikinci cümləyə aid yanlış cavab. İndi baxırıq 4-ə. Adlıq halda olan isim var. İkinci cümləyə baxırıq. Yəni adlıq halda olan məni təsirlik, yay yiyəlik, imtahanlarından çıxışlıq, azad etmişdilər. Bu da ki, birlikdə feil gedir. Adlıq halda olan isim harada tapdıq? Heç yerdə. 4-ü götürürük cavab kimi. 5-ə baxaq. Hər iki cümlə üçün ortaq fikirdir, deyir. Baxaq, indi feil köməkçi sözlə, hissəciklə işlənibdir, deyir. Birinci cümlədə baxıram ki, d hissəciyi var. Miş zaman şəkilçisi, d də orada hissəcik olacaq. Onda mən 5-i götürürəm. Ortaq fikir. Hər iki cümlə ilə bağlı. Həm təsriflənən 6-ya baxıram, həm də təsriflənməyən feil var. Birinci cümlədə burub feili bağlama təsriflənməyən, baxırdı təsriflənən, çünki xəbər şəklindədir. İkinci cümlədə təsriflənməyən feil yoxdur. Ona görə 6-nı götürə bilmərəm ortaq cəhət kimi. Oldu 1, 4, 5. 47-ci sualda. 46-ya baxırıq indi. 46-cı sualda deyir ki, verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin, deyir. O tələsmədən pencəyini çıxarıb qapının yanındakı taxta asılqana keçirdi. Məlum növdə olan feillər işlənib, deyir. Deməli, məlum növdə olan feillər işlənib. Baxaq, o tələsmə pencəyini çıxarıb, məlum növdə. Tələsmədən elə özü, məlum növdə keçirdi. Bu da məlum növdə. Ona görə də bunu götürdük. Bizə nə lazım? Doğru fikirlər lazımdır. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isim və sifət iştirak edib. O birisində müqayisə cədvəlidir bu artıq. Müqayisə cədvəli. Bu tərəfdə onda məlum növdə olmasın gərək. Birdən qoca hiss etdi ki, oğlan hiss etdi. Bu deməli cədvəlindəki doğru fikirləri. Oğlan əvvəlki kimi qayğısız və sərbəst deyil. Hiss etdi, məlum növdə olandı. Bir məlum növdə olan feillər işlənib. Birdən qoca hiss etdi. Bir dənə feil var orada. Sərbəst deyil. Burada bəli 2 dənə feil var. Bu tərəfdə yəni. Orada isə bir dənədir.
Burada bir dənə feil, burada iki dənə feil. Ona görə də biz biri götürdük. Bu feillər yazılıb burada. Ona görə götürdük bax. Biri. Sonra indi baxırıq 2-yə. 2-yə baxaq. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isim və sifət iştirak edib. Mənsubiyyət pəncəyini. Mənsubiyyət və hal biri var burada. İsim var. Sifət də baxaq görün varmı? Taxta asılqana. Yanındakı sözü orada sifətdir. Ancaq ki, mənsubiyyət və hal şəkilçisi qəbul etməyib. Ona görə yaza bilmərik 2-ni. 3-ə baxaq indi. Birdən qoca hiss etdi ki, oğlan əvvəlki kimi qayğısız və sərbəst deyil. Sonra deyir ki, feil quruluşca mürəkkəbdir. Hiss etdi, mürəkkəbdir. Feil quruluşca mürəkkəbdir. Bəli, burada isə çıxarıb feili bağlamadır. Sadədir. Tələsmədən sözdə sadədir. Birinci, çıxarıb sözü düzəltmədir. Çünki çıx, ar leksik şəkilçidir burada. Yəni, sadə olan yoxdur da. Ona görə də sadə olan da var. Bir dəqiqə keçirdi, nə etdi? Bu da leksik şəkilçidir burada. Yəni, sadə feil yoxdur. Tələsmədən, yox var burada. Tələsmədən sözdə var. Tələsmədəndəki sadə. Deyir ki, feil quruluşca mürəkkəbdir, deyir. Mürəkkəb olan tapa bilmədik. Buna görə deməli 3-ü götürə bilərik cavab. Çünki bizdə bir dənə feil var ikinci cümlədə. O da hiss etdi feili mürəkkəbdir. Və müqayisə cəvdənin fərqli yerindədir. 1-3-ü götürmüşük. Leksik mənası olmayan sözlərin hamısı eyni nitq hissəsinə aiddir. 2 bağlacıdır. Evet, kimi qoşmadır. Burada da yazıb ki, eyni nitq hissəsinə aiddir. Eyni olmadı axı. Biri qoşma, biri bağlacı oldu məsələn. Götürə bilmərik onu. İndi oxşar yerdə verilən 5-6-ya baxaq. Sifətlər quruluşca sadə və düzəltmədir. Sifətlər quruluşca birinci cümlədə olan sifət, o tələsmədən pencəyini çıxarıb qapının yanındakı taxta asıldı. Bir dənə sifət var, o da dakıdır, o da düzəltmə sifətdir. Bizdə yazıb ki, sadə. Sadə olmadı axı birinci cümlədə. Bu da oxşar yerdə verilən məlumatdır da. O birisinə baxmıram heç. 5-in üzərinə bir xətt. İndi 6-ya baxıram. Adlı halda olan isim işlənmişdir. Baxaq görüm, hər ikisində işlənibmi? İsim olsun özdə. Pencəyini heç, qapının da heç, taxta sözü. Bəli, taxta sözü adlı haldadır və isimdir. Ondan sonra birdən qoca hiss etdi ki, oğlan ismi də adlı haldadır. Deməli, biz altında oxşar məlumat kimi götürə bilərik. Oldu 1, 3, 6, C variantı. 46-cı sualda. İndi keçək 45-ci suala. Yanlış fikirdir tapın. Damı tamamilə təmizləyib aşağı düşəndən sonra qoca cibindən pul çıxarıb oğlana uzatdı. Baxaq indi bununla bağlı. Deyir ki, əsas nitq hissələrinə əvəzlik say və sifət işlənməmişdir. İşlənməmişdir, ona diqqət eləyək. Əvəzlik say və sifət işlənməyib, deyir. Qoca pul çıxarıb oğlana uzatdı. Deməli, əvəzlik varmı? Əvəzliyi görə bilmirəm. Yoxdur əvəzlik. Bəs say varmı? Aşağı düşəndən sonra sayı tapmaq istəyirəm. Qoca bir pul çıxarıb oğlan. Say da yoxdur. Bəs sifət varmı? Tamamilə təmizləyib aşağı düşəndən sonra qoca sifət var. Ona görə də mən burada deyir sifət. Bax, sifət məsələsinə görə 1 götürürəm. Burada deyir işləməyib. Bax, tapdım sifət işləndi. Say və əvəzlik tapa bilmədik. Ancaq sifəti tapdıq. 2-yə baxaq. Cümlədə leksik mənası olmayan söz də var. Cümlədə leksik mənası olmayan söz, yəni köməkçidir. Bu da sonradır. Ona görə də bu 2-ni düzgün cavab kimi göstərir. Yəni, xət çəkir üzərinə. Kəmiyyət, yer və zaman zərflərinə aid nümunə var. Baxaq, görək zərflər hansıdır? Tamamilə miqdar, təmizləyib aşağı yer, sonra heç pul çıxarıb oğlana uzatdı. Bir kəmiyyət, zaman zərfi tapa bilmədik axı biz buradan. Sonra qoşmadı o heç. Ona görə mən 3-ü də götürürəm cavab kimi, yanlış cavab kimi. Bu zaman məsələsinə görə. Həm müəyyən, həm də qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. Damı, deməli, müəyyən təsirli halda olan söz. Aşağı düşəndən sonra qoca cibindən pulu çıxarıb. U da ora artırıram və qeyri-müəyyən təsirli halda olan sayılır. 4-ü yazan mərək. Şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feillər, yəni məsdər feili, sifət feili bağlama, feillər də iştirak edib. Baxaq görək, tamam təmizləyib, bu feili bağlama təmizləyib sözü aşağı düşəndən, bu da feili sifət. Deməli biz 5-i də yazan mərək, çünki feili sifət və feili bağlama
tapdıq cümlədən. İndi 6-ya baxırıq. Zərflər təsriflənən feilləri müxtəlif cəhətdən izah edir. Zərflər deyir, tamamilə təmizləyib. Bu tamamilə sözü təmizləyib feili bağlamasına aiddir. Aşağı zərfi də düşəndən feili sifətinə aiddir. Burada deyir ki, təsriflənən. Axı onlar təsriflənməyəndir. Feili bağlama və feili sifət. Deməli, 6-ını da yanlış cavab kimi götürdük. Oldu 1, 3, 6. 45-ci sualda. Keçdik 44-cü suala. Deyir ki, nümunədəki sözlərlə bağlı yanlış fikirdir, deyir. A variantına baxaq. 3-cü misrada əlamət bildirən sifət adlıq halda olan ismə aiddir, deyir. 3-cü misrada ağ buludlar əlamət bildirən buludlar könəklərini sıxanda. Yəni, bəli, nəyə aiddir, deyir. Əlamət bildirən sifət adlıq halda olan. Buludlardakı adlıq halda olan isimdir də. Doğru cavab da onda. Bizə yanlış fikir lazımdır. B variantına baxaq. Sonuncu misrada cəm və mənsubə çəkiltisi qəbul etmiş mücərrəd isim var. Sonuncu misrada deməli cəm və mənsubiyyət çəkiltisi qəbul etmiş mücərrəd isim var deyir özdə. Deməli dərdlərimiz, lər, imiz. Qoy dikəlsin, dağ olsun deyir. Bu bir dənə mənsubə çəkiltisi söz tapmışıq, o da dərdlərimizdir. Bəs orada o sözdə cəm bir də mənsub şəkilçi qəbul etmiş mücərrəd isim var deyir. Mücərrəd isim var da dərd axı mücərrəd isimdir. Ona görə də B variantını götürmürük. Lər, bir də imiz olan söz var idi. C variantına baxırıq indi. İkinci misrada quruluşca mürəkkəb, ikinci Novruz gülü qarşı çiçəyə çıxanda. İkinci quruluşca mürəkkəb təsirli hal şəkilçisi, Novruz gülü, qarşı çiçəyi, bunlar deməli nə çıxanda adlıq halda olacaq. Deməli, quruluşca deyir, mürəkkəb, təsirli hal şəkilçisi qəbul etmiş konkret isimlər işlənmişdir. Bu ü şəkilçisi bizi yanıltmasın. Çiçəyi sözündə olan Novruz gülü. Bunlar mənsubə şəkilçisidir və bu Novruz gülü və qarşı çiçəyi sözü mənsubə şəkilçili sözün iştirakı ilə yaranan mürəkkəb sözdür. Məsələn, Novruz, öz gülü, öz çiçəyi, orada olan ü, yəni şey deyil. Təsirli hal deyil. Ona görə də bu C variantını yanlış cavab kimi qeyd edirik. 4-cü misrada D-yə baxaq. Hal şəkilçisi qəbul etmiş əvəzlik işləmişdir. 1, 2, 3, 4. Bizdən əvəzlik işləmiş. Doğru cavabdır. 1-ci misrada yəlik adlıq təsirli halda olan isimlər işləmişdir. 1-ci misrada bayram yeli, bayramın yeli. Bu yəlik, yeli adlıq təsirli halda baxın çardaqları yıxanda. 1-ci misrada yəlik adlıq bayram yeli çardaqları yıxanda. Bayram çardaqları, çardaq öz çardaqları, öz çardaqları deyilməyəcək, düz başa düşdüm. Deməli, çardaq da elə sözün köküdür. Bu olacaq təsirlik. Yəlik, adlıq, təsirlik. Doğru cavabdır bu da. Oldu C variantı 44-cü sualda. İndi 43-cü suala baxırıq. Bir nəfər şəxs irəli çıxıb onu yaxşı tanıdığını dedi. Cümləsindəki səhvi göstərin deyir. Deyir ki, bütün əsas nitq hissələrinə aid söz işlənmişdir. Bütün əsas nitq hissələrinə 1. Say, nəfər numarativ sözdür. Bu heç. Sonra şəxs isimdir. Sonra irəli yer zərfidir, çıxıb feildir, feil bağlama, onu əvəzlikdir. Sonra sifəti tabaqı yaxşı tanıdığını, yaxşı zərfdir, tanıdığını feildir, dedi feildir. Bəs sifət yoxdur axı cümlədə. Ona görə də A variantını yanlış cavab kimi dairə eləyirəm. Təsirli halda olan əvəzlik var. Təsirli halda olan əvəzlik onun sözünü demək istəyir. Bəli, doğru cavabdır. Həm təsriflənən həm təsriflənən feili vardır. Bu təsriflənməyən feili bağlama dedi sözü də olacaq təsriflənən feil xəbər şəklində. Bu doğru cavabdır. Yer və tərz hərəkət zərfləri işlənmişdir. İrəli yer, tərz hərəkət də yaxşı. Ona görə də bu cavab da doğrudur. Cümlədəki sözlər quruluşuna görə sadədir. Mürəkkəb olan söz yoxdur cümlədə. Düzəltmə olan söz, leksik şəkilçisi olan söz, o da yoxdur cümlədə. O da doğru cavabdır. 42-yə baxırıq. 42-də deyir ki, pristavın xörəyindən
quldurlara da az-maz çatırdı. Hə, səhv lazımdır bizə. Da iştirak bağlayıcısıdır deyir. Da iştirak xörəyinə quldurlara da, yəni hamıya çatırdı, quldurlara da çatırdı. İştirak bağlayıcısı doğru cavabdır. Az-maz mürəkkəb qeyri-müəyyən miqdar sayıdır. Qeyri-müəyyən. Az-maz çatırdı. Ümumiyyətlə say hərəkətlə bağlı ola bilməz. Olsa əgər elə bir nümunə, onda o zərf sayılır da. Ona görə yanlış cavab kimi biz bunu elə qeyd eləyək B variantını. Çatırdı xəbər şəklində olan feildir. Bəli, ırdı. Doğru cavabdır. Pristavın yiyəlik halda olan isimdir. Pristavın xörəyi. Bəli, yiyəlik ikinci növün aslı tərəfidir. Doğru, yiyəlik halda isimdir. Doğrudur bu. Xörəyindən mənsubiyyət xörəyi hal şəkildə qəbul etmiş isimdir. Doğru fikirdir bu da. Keçdik 41-ci suala. Cümlələrin hər ikisinə aid olan ortaq fikri müəyyən edin deyir. Hər ikisinə. Biz də bir dəfə yayda meşədə azmışdıq. Nazim düşündü, sonra astadan dilləndi. İndi baxaq. Deyir ki, feil idi köməkçi sözü ilə işlənmişdir. Ortaq fikir lazımdır. Biz də bir oxuyanda meşədə azmışdıq. Az nə etmişdik? Hissəcikdir burada. Sonra azmışdıq. Nazim düşündü. Düşün sözün kökü, dü də zaman şəkilsi. Sonra astadan dilləndi. Dilləndi. Bəs burada hissəcik yoxdur axı. Ortaq cavab kimi götürənmərəm anı. Feil xəbər şəklində keçmiş zamanda quruluqca sadədir. Feil xəbər şəklindədir, azmışdıq. Ondan sonra düşündü, astadan dilləndi deyir. Feil xəbər şəklində birinci cümlədə deyirəm, azmışdıq sözünə. Xəbər şəklindədir, keçmiş zamandadır, quruluqca sadədir. Dilləndi sözü, bax bu sadə məsələsinə görə gəlib çıxıb buraya kimi sual, sadə yox, düzəltmə olmalıydı burada. Ona görə də bu cavab da doğru fikir deyil. Yalnız qrammatik mənası olan söz işləmişdir, yəni köməkçi nitq səsi. Biz dəni görürük burada bağlayıcını, bəli. Deməli, bu da doğru cavabdır. Düzəltmə zərf işlənmişdir, düzəltmə zərf. Yayda nə vaxt? Bəli, düzəltmə zərf də işlənmişdir. Sözün quruluqçu hər üç növünə aid nümunə var, yəni nümunə işlənmişdir. Sadə, düzəltmə, mürəkkəb. Sadə var. Ondan sonra mürəkkəb olan varmı? Ümumiyyətlə baxaq, görək. Birinci cümlədə var mürəkkəb söz. Bir dəfə. Bu bir dəfə oldu mürəkkəb. Yayda düzəltmə, bizdə sadə. Bəs ikinci cümləyə baxım. Deməli, Nazim sadə, düşündü sadə, sonra sadə, astadan düzəltmə, dilləndi də düzəltmə. Mürəkkəb olan yoxdur. Ona görə də mən ortaq fikri müəyyən edin deyir. Deməli, sözün quruluqçu hər üç növünə aid nümunə vardır deyir. Deməli, burada söz quruluqçu hər üç növünə aid. Bu da düz gəlmədi axı. Bu cavabda. Düzəltmə zərf işlənmişdir deyir. Buna baxaq. Düzəltmə zərf birincisinə tapdıq. Budur. İkincisinə hansıdır? Astadan. Necə dilləndi? Astadan. Asta sözünün kökü, dan da leksik şəkilçi. Tərz hərəkət zərfiyyadır. Ona görə D-nin üzərinə keçib getmişik. Elə budur cavab. Düzəltmə zərf işlənir. Oxşar cavabdır, yəni hər ikisi üçün. Sonra 40-cı suala baxırıq. Qulağına həmişə firuzə qaşlı sırğa taxardı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi göstərin deyir. Sonra qulağına isimdir, sadədir. Mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir. Doğru fikirdir. Sonra sırğa isimdir, sırğanı olmalıdır ya burada. Təsirlik hal. İsimdir, sadədir, adlıq haldadır. Cavab budur. B variantıdır. Çünki adlığı yox, təsirlik halda olmalıdır. Qaşlı düzəltmə sifət. Bəli. Necə sıra qaşlısın? Firuzə isimdir. Bəli, Firuzə də isimdir. Doğru cavabdır. Həmişə sadə zaman zərfidir. Doğrudur. Sadə zaman zərfidir. Sonra taxardı feildir. Tax nə edərdi? Ar zaman, d hissəcik. Sadədir, xəbər şəklindədir. Doğru. 40-cı suala baxdıq. 39-a baxaq. Zəng çalınanda meydançada söhbət edən şagirdlər yuxarı qalxdılar cümləsindəki səhvi göstərin deyir. Zəng şagirdlər sadə isimlərdir. Adlıq haldadır. Zəng çalınandan sonra şagirdlər yuxarı. Bəli, doğru cavabdır. A-nı yazmaq olmaz.
Çalınanda söhbət edən biri məchul, çal sözün kökü, zəng çalınmaq, kimsə tərəfindən, anda feili bağlama, söhbət edən bu da ki, deməli məlumdur. İkincisi, birincisi də məchuldur. Biri məchul, digəri məlum növdə olan feili bağlamalardır. Feili bağlamalar ne? Feili sifətdir axı ikincisi. Bu B variantı cavab kimi olacaq. Çünki burada feili bağlamalardır yazıb. Feili bağlamalar yox. Bir dənəsi feili bağlamadır. Keçdik C-yə. Meydançada düzəltmə isimdir. Bəli, yerlik haldadır. Doğru fikirdir. Yuxarı yer zərfidir. Doğru. Qalxdılar sadə feildir. Bəli, qalx sözün kökü dılar. Keçmiş zamandadır. Doğru. 38-ci suala baxırıq. Tələbələr gülə-gülə auditoriyadan çıxaraq həyətə endilər cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edindir. Çıxaraq feili bağlamadır. Doğrudur. Feili bağlamadır. Ondan sonra tələbələr sadə isimdir. Sadə isimdir. Tələbə, tələbələr. Sadə isimdir. Adlı haldadır. Doğru cavabdır bu da. Həyətə yönlük. Doğru. Auditoriyadan çıxışlı haldadır. Doğru. Endilər sadə feildir. Endilər sadə feildir. Endilər. Keçmiş zamandadır. Doğru. Gülə-gülə mürəkkəb tərz hərəkət zərfidir. Yox. Feilə qoşulanda A-ə şəkilçisi feili bağlama olurdu. Tərz hərəkət yox yəni. Ona görə də 38-ci Y variantını səhv cavab kimi qeyd elədik. 37. Vəzirin fikirləri məclisdəkilərin tək əli xanı qane etmədi. Cümləsindəki sözlərin səhvi müəyyən edilir. Xanı təsirli haldadır. Xanı təsirli haldadır. Əli xanı qane etmədi. Təsirli haldadır. Bəli. Əli xanı o mənsubiyyət yox, təsirli halın şəkilçisidir. Doğru cavabdır. Ondan sonra baxaq görək. Qane etmədi xəbər şəklində olan feildir. Xəbər şəklində olan feildir. Mədi də burada. Doğru fikirdir bu da. Tək qoşmadır, tək, yalnız. Yalnız deyə bilirik. Ona görə də bu ədat olacaq. C variantının səhv cavabı. Məclisdəkilərin dəki var orada. Sifətdir. Qurluqça düzəltmədir. Doğrudur. Fikirləri cəmlər. Sonra cəm mənsubə şəkilçili isimdir. Bir də i var burada. Doğru cavabdır. Sonra 37-yə bax, 36-ya baxaq. Yenə tarın səsi hamını məftun etmişdi. Yenə tarın səsi hamını məftun etmişdi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edindir. Səsi mənsubə şəkilçili isimdir. Bəli. Yenə zaman zərfidir. Qurluqca sadədir. Bəli. Yenə zaman zərfidir. Nə vaxt yenə eləyir? Qurluqca sadədir özdə. Sonra tarın yəlik halda olan konkret isimdir. Bəli. Yəlik haldadır, özü də konkret isimdir. Hamını qeyri-müəyyən əvəzlikdir. Bəli. Üçüncü şəxsin mənsubə şəkilçisini qəbul. Deməli, hamı sözün kökü öz hamını olmayacaq ki. Burada mənsubiyyət yoxdur. Təsirli hal şəkilçisidir. D-ni götürürük 36-cı sualda. Məftun etmişdik, keçmiş zamanda olan feildir. Bəli, miş var burada. Keçmiş zamanda olan feildir. 35-ci suala baxaq. Məsələnin həlli yolu deyəsən 2-dir. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Deyəsən modal sözdür, doğru cavabdır. Yolu isimdir, adlı haldadır. Məsələnin həllinin yolu doğru cavabdır, adlı haldadır. Məsələnin isimdir, doğrudur. Yəlik haldadır, doğrudur. Həlli isimdir, təsirli haldadır. Yox, həllinin yolu. Deməli, bu təsirlik yox, yəlik olmalıydı. D-dir cavab, səhv cavab. 2-dir, saydır, şəxs xəbərli şəkilçisidir, yəni qəbul edib doğru cavabdır. 34-cü suala baxırıq. Hələ ona deyiləsi çoxlu sözüm olacaq. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edindir. Hələ dəqiqləşdirici ədatdır. Deməli, dəqiqləşdirici ədat yox. Hələ ona deyiləsi çox sözüm olacaq. Nə zaman? Yəni bu zərf olacaq. Hələ belə dəqiqləşdirici ədatımız yoxdur. Dəqiqləşdirici ədatlarımız elə məhz əsl. Bunlar idi. Və A variantını yanlış cavab kimi qeyd edək. Deyiləsi gələcək zaman mənalı feili sifətdir. Hansı sözüm var? Deyiləsi sözüm var. Bununla bağlıdır da. Feili sifətdir, yəni. Gözlə gələcək zaman mənalıdır. Çoxluq qeyri-müəyyən miqdar saydı. Çoxlu sözüm, nə qədər sözüm? Bəli,
qeyri-müəyyən miqdar sayıdır. Sözüm isimdir, adlı haldadır. Bəli, doğru cavabdır. Sözüm isimdir, həm də adlı haldadır. Özümüzdən ona heç bir şəkildə artıra bilmirik. Ona şəxs əvəzliyidir. Şəxs əvəzliyidir, yönlük haldadır. Doğru. 33-cü suala baxırıq. İdarə rəisi dəri plaşını geydi cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edindir. Plaşını, deməli, plaşını deyir, mənsubiyyət və təsirli hal şəkilçili isimdir. Bəli, plaşı, plaşını, doğru cavabdır bu. İdarə yəlik halda olan sadə isimdir. İdarənin rəisi, yəlik halda olan doğrudur. Bu, rəisi mənsubiyyət şəkilçisi ilə işləmişdir. İdarənin öz rəisi, doğru cavabdır. Qeydi məlum növdə keçmiş zamanda olan feildir, doğru fikirdir. Dəri sifətdir, yox. Sifətləşən isimdir. Ona görə də cavab budur. Sonra 32. Qarabağda Zəfər bayramının lap vaxtıdır. Yenə də səhv lazımdır bizə. Baxırıq indi. Deyir ki, vaxtıdır mənsubiyyət şəkilçiliyi sadə isimdir. Öz vaxtıdır. Bəli. Doğru cavabdır. Qarabağda xüsusi isimdir. Yerlik haldadır. Doğru. Bayramının isimdir. Doğru. Mənsubiyyət öz bayramının, o da yəligindir. Bu da doğru cavabdır. Lap ədatdır. Bəli, qüvvətləndirici ədatdır. Zəfər adlı halda işlənən mücərrəd mənalı isimdir. Zəfərin bu yəlik halda olan bir isimdir. Ona görə də səhv cavab kimi onu götürürük. 31-ci suala baxırıq. Yaxınlıqdakı arxdan qurbağaların gürültüsü eşidilirdi. Yəni də səhv lazımdır. Baxaq indi. Deyir ki, qurbağaların isimdir. Cəmların, qurbağaların gürültüsü. Cəm və bir mənsubi yəlik hal şəkilçisi qəbul edilib. Bu da doğru cavabdır, A variantı. Arxdan çıxışlıq hal şəkilçili konkret isimdir. Bəli, dan var burada. Arxda isimdir. Konkret özdə B variantında xətt çəkirik. Yaxınlıqdakını görürük burada. Bəli, zərfdən düzəlmiş sifətdir. Yaxınlıq ismindən yaranan axırıncı şəkilçidən qabaqki hissəyə baxırlar. Nədən düzəlməyini öyrənmək istəyiriksə, belə eləyirik də, axırıncı leksik şəkilçidən əvvəlki hissə. Ona görə də C variantını cavab kimi qeyd edirik, yəni yanlış cavab kimi. Çünki isimdən yaranıb, zərfdən yox. Bu sözə görə səhvdir. Qurultusu üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş isimdir. Qurultusu üçüncü şəxsin, bəli, su, doğru cavabdır. Eşidilirdi, idi var axırda. İr də indiki zaman hissə ilə işləmə düzəltmə feildir. İl də leksik şəkilçi. Bu da səhv cavabı oldu. C variantı 31-də. 30-cu suala baxırıq. Bu torpağın hər qarışı qızıldır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Qızıldır isimdir, adlı haldadır. Bəli, doğru cavabdır. Bu işarə əvəzliyidir. Bəli. Torpağın isimdir. Müəyyən yəlik haldadır. Torpağın qarışı. Bəli, müəyyən yəlik haldadır. Ondan sonra qarışı üçüncü şəxsin mənsubiyyət şəkilçisi qəbul. Üçüncü şəxsin mənsubiyyət şəkilçisidir. Qəbul etmiş isimdir. Bəli, doğrudur. Hər sifətdir. Hər sifət olmaz. Əvəzlik olar. Təyin əvəzlik. Ona görə bu səhvdir. Ona görə Y variantını dairə eləyək. 29-cu sual. Mən kökümlə bu torpağa bağlıyam. Səhv lazımdır bizə. Deyir, mən şəxs əvəzliyidir, adlı haldadır, doğru cavabdır. Bağlıyam sifətdir. Sonra bağlıyam deyir, sifətdir. Necəyəm, bəli. Birinci şəxsin xəbərli şəkilçisini qəbul etmişdir. Doğrudur. Birinci şəxsin xəbərli şəkilçisini qəbul edib. Torpağa isimdir, yönlük haldadır. Bəli, doğru cavabdır. Bu işarə əvəzliyidir, sifəti əvəz etmişdir. Hansı torpağa? Bu torpağa, doğru cavabdır. Kökümlə tərz hərəkət zərfidir, yox. Nə ilə, kökümlə. Bu, burada olan qoşmadır. Tərz hərəkət zərfi yox. Qoşma. İsim üstəgər qoşma deyirlər buna. Ona görə də götürürük Y variantının yanlış cavab kimi. 28-ci. Hər adama layiq olduğu tale verilir nümunəsindəkidir, səhvi göstərin. Tale adlı halda olan mücərrəd mənalı isimdir. Tale verilir. Bəli. Bu da doğru cavab olacaq. İndi B-yə baxaq. Hər təyin əvəzlikdir. Bəli, təyin əvəzlikdir. Sifətin yerində işləmişdir. Doğrudur. Hansı adama? Hər adama. Adama yönlük halda olan sadə isimdir. Doğru fikirdir. Verilir feildir. Bəli, feildir.
ver, il də leksik şəkilçi, ir də zaman. Təsdiqdədir, məchul növdədir. Bəli. Məchul növdədir. Layiq olduğu feili bağlama yox. Dığ, üstəgəl mənsubiyyət, feili bağlama, feili sifətdir bu. Y variantını götürürük 28-də. 27-ci suala baxırıq. Mənsur deyir, bağçadakı bitkilərin çoxunu tanımırdı. Səhv lazımdır bizə. Bağçadakı görürüksə sifətdir. Burada yazılıb yer zərfidir. Ona görə də A variantını götürürük. Bitkilərin yiyəlik halda olan düzəltmə isimdir. Bəli, yiyəlik haldadır. Özdəki isimdir söz. Mənsur xüsusi isimdir. Mənsur xüsusi isimli adlı haldadır. Bəli, özümüzdən heç bir şəkilçi artıra bilmirik. Çoxunu mənsubiyyət və hal şəkilçisi qəbul etmiş saydır. Bəli, U mənsubiyyət, Nu da təhsillik hal şəkilçisi. Bu da səhv, yəni doğru cavabdır. Xətt çəkirik. Tanımırdı feildir. Bəli. İnkardadır mı? İndiki zamandadır ır. Doğru cavabdır. 26-cı suala baxırıq. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikri müəyyən edin deyir. Anbara daşınası yükümüz hələ çoxdur. Çoxdur qeyri-müəyyən miqdar sayıdır. Xəbərli şəkilçisi qəbul etmişdir. Doğrudur. Yükümüz, dur var orada. Yükümüz adlı halda olan sadə isimdir. Doğru cavabdır. Adlı halda olan mənsubiyyə şəkilçili sadə isimdir. Hələ sadə zaman zərfidir. Doğrudur. Bunu da götürmürük. Daşınası feildir. Daşınası necə yazılıb? Yükümüz feili sifətdir. Təsdiqdədir, zaman şəklində. Lazım şəklindədir. Bax, səhv buna görədir. Çünki necə sualını, hansı sualına cavab verir və feili sifətdir o söz. Anbara yönlük halda olan isimdir. Doğru cavabdır. 25. Cənubi Azərbaycandakı əhalinin əsas tərkib hissəsini Azərbaycanlılar təşkil edirlər. Cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edindir, müəyyənləşdirindir. Əhalinin müəyyən yiyəlik halda olan isimdir. Müəyyən yiyəlik halda olan əhalinin, Azərbaycanda əhalinin hissəsi söz birləşməsinin aslı tərəfidir və yiyəlik haldadır. Doğru cavabdır. Sonra Azərbaycandakı xüsusi sifət yaradır. Xüsusi Azərbaycanlılar düzəltmə ümumi isimlərdir. Bu isimlər məsələsinə görə B variantını götürdüm. Təşkil edir, indiki zamanda təsdiqdə olan feildir. Doğrudur. Ondan sonra cənubi düzəltmə sifətdir. Hansı Azərbaycanlıların? Cənubi Azərbaycanlıların. Doğru cavabdır. Hissəsinin mənsubiyyət və hal şəkilçisi si, bir də ni. Burada ni təsirlik qəbul etmiş isimdir. Doğru cavabdır. 24-ə baxırıq. Abituriyentlərin əksəriyyəti imtahana ciddi hazırlaşmışdı cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edindir. Ciddi adi dərəcədə olan sifətdir. Ciddi hazırlaşmışdı. Sifət deyil axı, zərfdir bu söz. Çünki feillə bağlıdır. Ona görə də A variantını götürürük. Abituriyentlərin cəm və hal şəkilçili konkret isimlərdir. Doğrudur. Cəm, bu da hal. Sonra hazırlaşmışdı. Keçmiş zaman şəkilçili feildir. Keçmiş zaman hazırlaşmışdı. Keçmiş zaman şəkilçili feildir. Doğrudur. D idi köməkçi bəli sözün ən sonunda artırılıb. Ona görə də hissəcikdir o da. İmtahana yönlük hallı sadə isimdir. Doğru cavabdır. Ondan sonra 23-cü suala baxırıq. Məndədir hər ümidi əzilmiş insanların. Səhv lazımdır. Deməli, insanların ümumi isimdir. Bəli. Cəm və yiyəlik hal şəkilçiləri ilə işlənmişdir. İnsanların. Doğrudur. İnsanların. Mənsubiyyət deyir, yox, yiyəlik. Düz deyir, yiyəlik haldadır. Deməli, götürmədik onu. Hər təyin əvvəllikdir. Doğrudur. Məndədir, yerlik hal. Məndə. Də var orada. Yerlik hal və xəbərlikdir. Şəkilçisi qəbul etmiş əvəzlikdir. Doğru. Əzilmiş məchul növdə. Əzilmiş. Məchul növdə olan keçmiş zaman mənalı feili sifətdir. Bəli. Keçmiş zaman mənalı feili sifətdir. Ümidi mücərrəd mənalı isimdir. Təsirli haldadır. Öz ümidi, onların ümidi. Bu təsirli hal yox, mənsubiyyətdir. Adlı halda olan sözdür. Yəni, ona görə də belə götürdük. Y variantını səhv kimi götürdük. 22. Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz. Sözlərin səhvlər lazımdır. Yarası isimdir. Mənsubiyyət şəkilçilidir. S, bəli, var burada. Doğru cavabdır. Qılınc sadə isimdir. Bəli, sadə isimdir. Adlı haldadır. Qılıncın. Qılınc yarın. İkinci növ təyin söz birləşməsinin aslı tərəfidir. Səhv cavab kimi bunu götürürük 22-də. Sağalar düzəltmə feildir. Sağal, ar. Doğru cavabdır. Gələcək zamandadır. Ancaq bağlacıdır. Lakin qoya bilirəm, bəli, bağlacıdır. Söz sadə isimdir.
Söz sadə isimdir, bəli. Yəlik haldadır. Sözün yarası, bəli, doğru cavabdır. 21-ci suala keçirik indi. Nəzərə alın ki, uşaqlar körpəcə fidanlar kimidir. Yenə də səhv lazımdır. Uşaqlar isimdir. İsimdir, adlı haldadır. Doğru cavabdır. Körpəcə azaltma yox, cacə çoxaltmanı yaradır. Ona görə də B variantını cavab kimi yazırıq. Ki tabellik bağlayıcısıdır. Bəli, xəbərdən sonra gələndə tabellik bağlayıcısı olur. Nəzərə alın əmr şəklində olan feildir. Bəli, əmr şəklində olan feildir. Kimidir? Xəbərli şəkilçisi qəbul etmiş qoşmadır. Bəli, özündən əvvəlki sözə qoşulub çünki. Keçdik 20-ci suala. Payız fəsli məhsul toplanışı zamanı cümləsindəki sözlərlə bağlı səhvi müəyyən edin deyir. Məhsul isimdir. Bəli, isimdir. Sadədir. Sadədir. Yəlik haldadır. Məhsulun toplanışı. Bu yəlik hal, düz deyir. Bizə səhv lazımdır da. Düzgün cavabdır o. Zamanıdır təsirli halda olan mücərrəd isimdir. Toplanışının öz zamanıdır. Təsirli hal məsələsi getdi burada. B variantı cavab olacaq. Çünki adlı haldadır o söz. Burada olan I mənsubiyet şəkilçisidir. Payız yəlik halda olan sadə isimdir. Payız fəsli. Payızın fəsli. Bəli, yəlik halda olan sadə isimdir. Doğru cavabdır. Toplanışı feildən düzələn isimdir. Toplan, feil. Toplanmaq feilinə yaranan toplanış ismidir. Doğru cavabdır. Fəsli adlı halda olan isimdir. Fəsli mənsubiyet şəkilçisi var da burada adlı haldadır. Sadə də özü doğrudur. Cavab B variantı. 19-cu suala baxırıq ki, 2 aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Səhv lazımdır. Qayıtdı feildir, keçmiş zamandadır. Doğrudur. 2 müəyyən miqdar sayıdır. 2 aydan sonra, neçə aydan sonra doğrudur. Aydan isimdir. Çıxışlıq haldadır. Bəli. Sonra qoşmadır. Sonra qoşmadır. Doğru. İbrahim xan mürəkkəb addır. Doğrudur. İbrahim xan. Dağıstandan zərfdir. Zərf deyil, konkret yer bildirir, isimdir. Ona görə də bu cavab. Bu əhvalatın tarixi tam aşkarlanmayıb. Səhv lazımdır. Bu işarə əvəzliyidir. Doğrudur. Tarixi isimdən düzələn sifətdir. Yox. Nəyi? Öz tarixi. Əhvalatın öz tarixi. Bu mənsubiyyət şəkilçisidir. Sifət deyil. B variantı cavabdır. Əhvalatın isimdir. Doğrudur. Yəlik haldadır. Doğru. Tam kəmiyyət zərfidir. Bəli, miqdarını bildirir. Nə qədər olmağını. Aşkarlanmayıb düzəltmə feildir. Doğrudur. Lan var burada çünki. La var daha doğrusu. La, siqanla. Ondan sonra xəbər şəklindədir. Burada da ki, ıb var. Zaman şəkilçisi. Doğrudur. 17-ci suala baxırıq. Öz gücünə arxalanan xalq əlbəttə məğlub edilməzdir. Sözlə morfoloji təhlil, morfoloji izahı ilə bağlı səhvi müəyyən edin deyir. Xalq adlı halda olan sadə isimdir. Xalq adlı halda olan, doğrudur. Xalq adlı halda olan sadə isimdir. Doğru cavabdır. Məğlub edilməzdir, mürəkkəb sifətdir. Bəli, necədir? Doğru cavabdır. Bu da gücünə isimdir. İsimdir, bəli. Mənsubiyyət öz gücü, yəni. Bəli, mənsubiyyət şəkilçisi qəbul edib yönlük haldadır. Doğru cavabdır. Orada axırda yönlük hal şəkilçisi var. Arxalanan feili sifət, düzəltmə sifətdir. Sifət yazılır burada. Ona görə də D variantını yazırıq, çünki feili sifətdir. Əlbəttə modal sözdür, yəqinlik bildirir. Sonra 16-ya baxırıq. İclasda bəzi məsələləri diqqətlə araşdırdılar. Bizə nə lazım? Səhv. Bəzi qeyri-müəyyən əvəzlikdir. Bəli, qeyri-müəyyən əvəzlik yeganə sözdür ki, qeyri-müəyyənlər içərisində sifəti əvəzləyə bilir. İclasda yerlik halda olan zərfdir. Zərfdir deyir. Konkret yer bildirir axı. İsimdir o. Məsələləri isimdir, təsirli haldadır. Bəli. Diqqətlə zərfdir. Diqqətlə mücərrəd sözə qoşulanda leksik şəkildə zərfdir, isimdən düzəlmişdir, diqqət ismindən yaranıb. Araşdırdılar, xəbər şəklində olan feildir, keçmiş zamandadır. Bəli. Araşdırdılar, deməli, araşdır sözün kökü, aramaq, araşdır, götürümdə hər etməli. Dılar. Xəbər şəklində olan feildir. Xəbər şəklində olan feildir, bəli. Keçmiş zamandadır, keçmiş zamandadır. Sonra 15-ci suala baxarıq. Bu meşələrin gözəlliyini heç kəs danmır. Səhv lazımdır. Heç kəs qeyri-müəyyən əvəzlikdir, inkar mənası ifadə edir. Heç kəs. Deməli, heç kəs inkar mənası ifadə edir də. Yəni, görməyənlər, görməyibdir, yəni heç kim. Gözəlliyini sifətdir.
Yox, sifət deyil, isim deyil. Lik şəkilçisi isim yaradır. İsimdən düzəlmişdir. Sifətdən yaranan isimdir bu tərsinə. B variantı səhv cavabı götürürük. Danmır, xəbər şəklindədir, zaman var orada. İnkarda olan feildir, m da var burada, bəli. Bu işarə əvəzlidir, sifəti əvəz etmişdir. Hansı meşələrin, bu meşələrin, bəli. Meşələrin isimdir, doğrudur, yəlik haldadır. Doğru fikirdir. 14-cü suala baxırıq. Bu ərazidə palıd meşələri çoxdur. Səhv lazımdır yenə də. Meşələr cəm və mənsubə şəkilçili isimdir. Meşələr deməli səhv lazımdır. Bu ərazidə palıd meşələri çoxdur. Doğru fikirdir. Mənsubiyyət palıd, palıdın öz meşələri, doğru. Ərazidə yerlik halda olan ümumi isimdir. Doğru fikirdir. Ondan sonra bu işarə əvəzlidir, doğru. Palıd adlı halda olan isimdir. Palıdın, bayaq tapdıq ki, adlı halda yox, yəlik haldadır. Söz birləşməsinin aslı tərəfidir. Ondan sonra çoxdur, qeyri-müəyyən miqdar sayıdır. Üçüncü şəxsin təkinin şəkilçisini qəbul edib, doğru fikirdir. 13-ə baxaq. Qızıl payız bəzən ürəkdə xoş duyğular oyadır. Səhv lazımdır. Xoş adi dərəcədə olan sadə sifətdir. Xoş duyğular, bəli, sadə sifətdir, doğrudur bu. Bəzən zaman zərfi, ürəkdə yerlik halda işlənmiş isimdir, doğrudur. Ondan sonra baxırıq, qızıl adi dərəcədə, qızıl isim deyə adi dərəcə bildirməz ki, isim. Sifətləşən isimdir amma, səhv budur. Duyğular cəm şəkilçisi, bəli, qəbul etmiş düzəltmə isimdir. Duyğu, doğru fikirdir. Oyadır, indiki zamanda nəyidir? Oyat sözün kökü ırda zaman. İşləmiş sadə feildir, doğru cavabdır. 12-yə bax, Abşeronun göyərtisi dadlı və xeyirlidir. Səhv lazımdır. 12-ci sualda. Baxırıq ki, 3-cü şəxsin mənsubiyyə çəkisi ilə işlənmişdir. Fərqləndirilmiş, göyərtisi, bəli, si var da burada. Doğru fikirdir bu. Adlıq haldadır. Doğrudur, özümüzdən heç bir şəkil çatdıra bilmirik onun yanına. 2 leksik, göy, göyər, göyərti. 2 leksik, 1 qrammatik. 2 leksik, 1 qrammatik şəkilçi qəbul etmişdir, doğrudur. Sifətdən düzəlmişdir. Axırıncı leksik şəkilçi T-dir, ondan qabaq isə göyərmək feilidir. Sifətdən yox, feildən yaranıb. Ona görə D variantı yanlışdır. Ümumi isimdir, bəli, ümumi isimdir. 11-ə baxırıq. Uzaqdan sürülərin qaraltısı, yenə də məsələn, qaral, qaraltısı, mənsubiyyət. Səhvdir deyir. Ümumi isimdir, bəli. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə işlənmişdir, sı var, doğrudur. Sifətdən düzəlmişdir, yenə qaralmaq feilindən yaranıb. Ona görə də bunu götürürük. Deməli, feildən yaranan isim kimi götürürük bunu. 2 leksik, 1 qrammatik, doğrudur. Adlıq haldadır, bəli. 10-cu sual. Xarici görünüşü və zəriflik, xarici görünüş və zəriflik həm də daxili gözəlliyi, saflığı əks etdirməlidir cümləsində sözlərin morfoloji təhlili ilə bağlı səhvi göstərindir. İndi baxaq görək. Deyir ki, və həm də bağlayıcılardır. Doğrudur, və həm də bağlayıcılardır. Xarici, daxili düzəltmə sifətlərdir. Düzəltmə sifətlərdir. Doğrudur. Görünüş, zəriflik adlıq halda görünüş, zəriflik adlı halda olan düzəltmə isimlərdir. Bu da doğrudur. Gözəlliyi, saflığı, təhsilli hal şəkilçisi qəbul etmiş sifətlərdir. Bu səhv olacaq. Çünki li var burada da, yəni bayaqki kimi lıq. Bu şəkilçi ismi yaradır. Əks etdirməlidir, vacib şəklində olan feildir. Doğrudur. 9-cu suala baxaraq. Biz ki, rəisin tapşırığını yerinə yetirmişik, səhv lazımdır. Ki, orada ədatdır. Çünki feildən, xəbərdən sonra gəlməyib. Doğru cavabdır. Biz şəxs əvəzlidir. Birinci şəxsin cəmindədir. Birinci şəxsin cəmindədir. Doğrudur. Tapşırığını təhsillik halda, n var orada. Təhsillik halda olan sadə isimdir. Baxaq görək. İndi tapşır sözün kökü, tapşırıq. Leksik şəkilçi var ki, burada yazıb sadə. Ona görə C variantını cavab kimi götürək. Rəisin isimdir, yəlik haldadır, bəli, aslı tərəfdir. Yerinə yetirmişdik, feildir, doğrudur. Xəbər şəklindədir. Məlum növdədir, keçmiş zamandadır, keçmiş zamandadır, birinci şəxsin cəmdə, yəni biz yerinə yetirmişdik, doğrudur. 8-ci suala baxırıq. Deyir ki, görəsən indi bizim dostumuz haradadır? Səhv lazımdır. Baxırıq ki, deməli, dostumuz mənsubiyyət şəkilçili adlı halda olan isimdir, doğrudur.
Görəsən modal sözdür, doğrudur. Bizim yelik halda olan şəxs əvvəlidir, doğrudur. Haradadır, feildir, feil yox, əvəzlikdir, cavabıdır. İndi zaman zərfidir, doğrudur. Mənim tələbəlik illərim şəhərdə keçib. Baxaq görək nə lazımdır. Səhv. İllərim deməli cəm və mənsubi şəkilçiləri qəbul etmiş sadə isimdir. Doğru cavabdır. Mənim şəxs əvvəli yelik haldadır. Bəli, doğru cavabdır. Tələbəlik mücərrəd mənalı düzəltmə isimdir. Doğrudur. Düzəltmə isimdir. C variantı doğru oldu. Lik var orada. Çünki şəhərdə yer zərfi yazdı burada. Yer mənalı isimdir. Bu səhvdir. Keçmiş zamanda olan sadə feildir. Nə edib? Doğrudur. 6-cıya baxaq. Deməli, bizim kənddəki evimiz çay daşındandır. Səhv lazımdır yenə də. Kənddəki yer zərfidir. Dəki. Bu səhv elə budur. Dəki sifət yaradır. Zərf yaratmır. A variantı cavab deyil. Bizim şəxs əvvəli yelik haldadır. Doğrudur. Evimiz isimdir. Mənsubiyyət şəkilçisi qəbul etmişdir. Adlıq haldadır. Doğrudur. Çay isimdir. Çayın qeyri-müəyyən yelik haldadır. Doğru. Daşındandır. Dan var orada. İsimdir. Mənsubiyyət və hal xəbərli şəkilçisi qəbul etmişdir. Dır da var orada. Doğrudur. 5-ci suala baxırıq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Sonralar bahar küləyi tək ortaqdan çıxdı deyir. Baxaq burada nə lazımdır? İndi oğlanın təbəssümü daha narahat görünürdü. Birinci cümlə ilə bağlı doğru fikir. Quruluşuna görə sadə olan feil keçmiş zamanda xəbər şəklindədir. Quruluşuna görə sadə olan feil, burada sonra bahar küləyi otaqdan çıxdı. Sadə olan feil keçmiş zamanda xəbər şəklindədir. Biri götürdük. Yəni də zaman və bənzətmə mənalı qoşma işləmişdir. Tək burada bənzətmədir. Bəs oversiyanın zaman mənalı yoxdur. Bu zərfdir. 2-nin üzərinə xət. İsimlər, ikinci cümlə ilə bağlı baxıram. İsimlər adlıq və yelik haldadır. İsimlər indi oğlanın bu yelik, təbəssümü, təsirlik daha narahat görünürdü. Bu 3-ün üzərinə xət. Müxtəlif nitq hissələrinə aid düzəltmə söz işlənib. Düzəltmə sözlərimiz narahat sözü var burada. Sifətdir, yox, zərfdir daha doğrusu. Rahat. Gör, ün, ürdü. Baxaq indi bura deyir ki, müxtəlif nitq hissələrinə aid düzəltmə söz işlənib. Narahat görünürdü. Narahat zərfdir, deməli. Burada doğrudur. Buna diqqət eləmədim. Biraz tez-tez yazmağa çalışıram. Yanlış sözü var burada. Yanlış. Birinci üçdə olan doğru fikirdir. Ona görə götürmədik. İkinci cümlə. Deyir ki, isimlər adlıq və yelik haldadır. Adlıq olan, deməli, ikinci cümlə ilə bağlı da indi oğlanın təbəssümü. Oğlanın sözü yelikdir. Təbəssümü ismi isə təsirlik haldadır. Narahat görünürdü. İsimlər adlıq və yelik haldadır deyir. Deməli bu üçü də baxaq nətə üçü götürərək də üçü götürək əllik cavab kimi sual işarəsi qoyuram bura. İsimlər oğlanın bir də təbəssüm sözdür. İkinci cümlə ilə bağlı baxıram da. Daha narahat heç, görünürdü heç. Ola bizə lazımdır. Bizə lazımdır oğlan və təbəssüm sözləri. Oğlanın təbəssümü. Təbəssümü sözü. Bu təsirli hal deyil ki. Mən niyə bir təsiz baxın. Təbəssüm, ü. Bu adlıqdır. Oğlanın da yelik. Adlıq və yelik halda. Doğru cavabdır da. Xət çəkim buradan. Təbəssümün sözünə mənsubiyyətdir. Adlıq haldadır. Oğlanın sözü də yelik haldadır. Doğru cavab olduğuna görə 3-ün üstünə xət. 4-ə baxaq. Müxtəlif nitq hissələrinə aid düzəltmə söz işlənir. Buna da tapdıq ki, narahat zərfi var. Bir də görünürdü feili var. Hər ikisi düzəltmədir. Leksik şəkilçilər var. Bu da doğru fikir olduğuna görə üzərinə xət. Sonra leksik mənası olmayan söz yoxdur. Leksik mənası olmayan. Yəni köməkçi nitq hissəsi yoxdur deyir burada. Baxaq görün varmı köməkçi? Biz daha var ki burada. Yanlışlığın da yanlış olanı tapdıq 5. 1-5. Sonra nümunədəki sözlərin morfoloji izahı ilə bağlı səhv fikri müəyyən edin deyir. İndi baxaq. Deyir ki, sənin o qayğılı təbəssümündə körpə bir sevginin izi görünürdü. Göründü qayıdış növdə öz-özünə göründü də. Göründü.
Keçmiş zamanda olan feildir. Doğru fikirdir. Sənin şəxs o işarə əvəzliyidir. Doğru cavabdır. Sevginin mücərrəd mənalı isimdir. Doğrudur. Sonra izi mənsubiyyət şəkilçiliyi adlı halda olan isimdir. İzi mənsubiyyət şəkilçilidir. Doğrudur. Mənsubiyyət şəkil adlı halda olan isimdir. Bu da doğru cavabdır. Ancaq qayğılı və körpə sözləri adi dərəcədə olan düzəltmə sifətlərdir. Körpə düzəltmə deyil axı. Körpə nədir? Sadədir. Ona görə də Y variantını səhv cavab kimi götürdük. Uşaq yüyürə-yüyürə özünü otağa saldı. Cümlə yenə də səhv lazımdır. Baxaq görək, deyir ki, saldı xəbər şəklində olan sadə feildir. Bəli. Doğru cavabdır. Uşaq adlı halda işlənmiş sadə isimdir. Bəli. Özümüzdən heç bir şəkildə artıra bilmirik də onun yanına. Adlı haldadır və sadədir. Özünü təsirli halda nü var burada. Təsirli halda olan əvəzlikdir. Təyin əvəzlik. Doğrudur. Otağa yönlük halda işləmiş isimdir. A. Doğru cavabdır. Yüyürə-yüyürə feili bağlamadır. Burada isə çünki feil yürümək feilinə başlayıb da bu əyərlər. Ona görə bu məsələyə görə Y variantını götürdük. İkinci suala baxırıq. O gözlərini rayona doğru uzanan asfalt yola dikdi. Səhv lazımdır bizə. İndi baxaq burada yönlük halda olan iki isim var. Rayona sözü 1, yola sözü 2. Doğru cavabdır. Nümunədə təsriflənməyən feil işlənmişdir deyir. Nümunədə təsriflənməyən feil işlənmişdir. Uzanan sözünü görürük biz burada. İşlənib. Bu da doğru cavabdır. Bütün feillər məlum növdədir. Bütün feillər. Biri uzanan sözüdür. Məlum növdədir. Biri dikdir. Hər ikisi məlum növdədir. Gözlərini mənsubiyyət və təhsili hal şəkilçisi qəbul etmiş isimdir. Gözlər, mənsubiyyət, ni də təhsillik. Doğru cavabdır. Asfalt sifətdir. Asfalt isimdir. Bax, buna görə də götürürük. Sifətləşən isimdir o. Bunu cavab kimi götürürük. Birinci suala baxırıq. Deyir ki, atalar deyib ki, ehtiyat igidin yaraşığıdır. Yəni, nə lazımdır? Səhv lazımdır. Ehtiyat isimdir və adlı haldadır. Nə ehtiyat? Adlı halda özümüzə heç bir şəkildə artıra bilmirik onun yanına. Atalar adlı halda, bəli, cəmi də var özdə. Cəm şəkilçisi qəbul etmiş isimdir. Doğrudur. Yaraşığıdır. Mənsubiyyət və şəxs xəbərli şəkilçisi qəbul etmiş düzəltmə isimdir. Deməli, mənsubiyyət var, yaraşığı ı-dır. Xəbərlik də var, mənsubiyyət də var. Bu da düzgün cavabdır. İgidin yəlik halda işlənmiş isimdir. Deməli, bu igid başlanğıc formasına baxmaq lazımdır da. İgid adam, necə adam? Bu sifətli, amma isimləşib. Səhv cavab budur. Buna yazı burada isim. Amma yəlik halda igidin yaraşığı olmağı düzdür. Deyib, keçmiş zamanda nə edib? Deyib. Keçmiş zamanda üçüncü şəxsdə olan feildir. O deyib. Doğru cavabdır. Cavab D variantı oldu. Əgər izah xoşunuza gəldisə, bir faydamız dəydisə əgər, mütləq kanala abunə olun. Çünki bu çox vacib məsələdir. Növbəti izahların gəlməyi üçün vacib məsələlərdən biridir. Həm də bildirişlər də açsanız daha yaxşı olar ki, nə isə izahını yükləyəndə, hansısa nümunənin sizə bildiriş gəlsin. Şərh bildirməyi də unutmayın. Baxdığınıza görə hər birinizə təşəkkür edirəm. Faydamız dəydisə nə xoş bizə. Sağ olun, hələlik.